Dostlar, günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Sağdan bir enerji gəlir ki, dostlar. Bugünkü qonağım çox dəyərli biridir. Sənətkardır. Azərbaycanın və Qırğızıstanın Bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar artisti, dəyərli sənətkarımız Elza Seycahan. Dostlar, alqışlarımızı əskiy etməyək. Xoş gəlmisiniz. Necəsiz Elza xanım? Çox sağ olun. Yaxşı olasınız. Mən də bu gözəl bir verilişdə sizinlə görüşməkdə çox sevincliyəm. Və təşəkkür edirəm. Biraz da bilməm nədənsə həyəcan da var. Elza xanım, çox fərqli və çox gözəl enerjiniz var. Hər zaman düşünürəm ki, sizin geyim tərziniz sizin ruhunuzun zənginliyinin, fərqliliyinin və rəngliliyinin təzahürüdür sizin geyim tərziniz. Bugün hər şeydən danışacağıq. Hazırsınızsa başlayaq. Hazırlaşmışam deyilənə görə. Əməllicə çox gözəl formada hazırsınız. Elza xanım, mənə maraqlıdır bir sizin çox ciddi musiqiçisiniz və musiqi biliyiniz çox ciddidir. Sizin pəncərənizdə necə görünür? Sizcə insanın intellektual səviyyəsi, insanın musiqi zövqü ilə hər hansı bir əlaqəsi varmı? Mütləq. Yəni ki, mən onsuz da elə indiki gündə insanları musiqi ilə bilirəm, onların şəxsiyyətinə dəyər verirəm. Çünki indi bu yaxında bir gözəl bir sənətkarımız Zülfiyə Xanbabayeva da öz çıxışında demişdi və mən də bunu həmişə deyirəm ki, ya deyir geyindiyiniz kimi oxuyun, ya oxuduğunuz kimi geyinin. Ya Mövlana deyib ki, ya olduğun kimi görün, göründüyün kimi olgina. Və əvvəl insanlar gedəndə bir yerə deyirlər, geyimlə qarşılayarlar, ağıldan yola salarlar. Geyim deyəndə bilirik ki, geyim sizin sənətinizdir də, siz gözəl paltarlar, libaslar tikirsiniz. Yəni insanların bəzən paltarı tikəndə insanın xasiyyətini, o xasiyyəti də sizə kömək edir o paltarı tikməkdə. Düz demirəmmi? Bəli. Ona görə, amma indi mən insanların ancaq zövqlərini onların dinlədiyi musiqilərdən bilirəm. Əgər o hansı musiqini, o ailələr olur, biz çox məclislərdə oluruq, tədbirlərdə oluruq. Bir də görürsən ki, eləcə geyinirlər ki, sanki bunlar belə mənim üçün əl çatmazdılar da, yəni baxıram görüm nə gözəl zövqlə geyiniblər, bəzəniblər, zinət əşyaları, hər şey gözəl. Amma birdən onların o tədbirində elə bir müğənni, elə bir gəlir, deyirəm ki, bu necə oldu? Biz filan evimizin ailə üzvü bunu istədi, biz çağırdıq. Həmən dəqiqə mən o qədər məyus oluram. Deyirəm ki, demək siz uşaqlarınızı gözəl məktəblərdə, ali məktəblərdə oxutdurursunuz, çalışırsınız ki, onu bağça məktəblərindən ona ən yaxşı məktəblərdə oxutdurasınız, gəzdirirsiniz onları, amma bu musiqiləri dinləməklə onun hər birini yerə vurursunuz. Hər bir şeyi darmadağın edirsiniz. Çünki musiqi ruhun qidasıdır, elə belə də deməyiblər. Və Allah bunu verib bizə beşikdən məzara qədər. Doğulanda da musiqi ilə laylaylar. Bəli. Son məzara da gedəndə azan, yəni bu Yasin axırda bu musiqi ilə gedir insan. Bəli. Hər bir şeydə, istər vətənpərvərlik, istər döyüşlərdə, istər gəlin köçəndə, hər bir şeydə musiqi var. Ona görə demək istəyirəm ki, yaxşı ki, mən çox özümü xoşbəxt sayıram ki, yaxşı ki, biz uşaq vaxtı anam bizim musiqi məktəbində yazırıb, 4 bacı 4-ümüzdə və orta məktəbdə və Safiyyəcə dərslərində musiqi ədəbiyyatı dərsində müəllimimiz misal üçün bir bəstəkarın həyat yaradıcılığını bizə keçəndə orada plastinkalar qoyurdular ki, məsələn Beethoven, Mozart, Chopin, öz bəstəkarlarımız, Azərbaycan bəstəkarlarının əsərlərini Qara Qarayev, Üzeyir Hacıbəyli, Elmira Nəzirova, Oqtay Zülfüqarov, yəni bu yaxında mənim çıxışımda da demişəm, çox böyük, yəni ki, alqışlarla qarşılanıb xalqımız tərəfindən, demərəm amma insanlar xalqımız tərəfindən. Əgər xalqımız mənim bu sözümü dəstəkləyirlərsə, deyirlərsə, Elza düz deyir, bəs niyə belədir ki, biz dediyimizi görmürük? Yəni biz deyirik, amma əməl eləmirik. Uşaqlarımızı, necə deyərlər, ciddi musiqilərdə böyütməliyik. Ciddi musiqi bilirsiz nə deməkdir? Ciddi musiqi tərbiyə deməkdir. Ciddi musiqi yaxşı insan deməkdir. Ciddi
musiqi İntellekt imanlı deməkdir, deməkdir, bəli. imanlı. Ciddi musiqini bilən insan heç bir zaman oğurluq eləməz. Heç bir zaman kimisə haqqına girməz. Heç bir zaman yalan danışmaz. Ancaq çalışacaq ki, yaxşılıq eləsin. Özünə insan hörmət onda edir ki, bax mən sadaladıqlarım o necə deyirlər, ona layiq olmayan bir şeyləri nə geyinmir, Bəli. nə qulaq asmır, nə orada görünmür. Yəni Özünə atı deyir, hörməti atın olan, yanına bağlayarsan, həm rəng olmasa da həm xasiyyət olar. yəni özünə hörmət edən insan bayağı musiqini dinləməz. Normal intellektual səviyyəsi olan insan. Tək bayağı olmaz ümumiyyətlə. Bayağı musiqidə də var, bayağılıq şairlikdə də var, Bəli. bayağılıq elə hər bir rəssamlıqda da var, paltar tikmə salonlarda biz indi hər günümüz bizim bu gözəllik salonlarına getmək məcburiyyətindəyik. Çünki geyimimizə uyğun biz bəzədilirik. Amma elə bir salonlara gedirəm, doğrudan da heç nə bilmirlər bunlar. Heç nə. Amma salonları var. Baxıram mən bunlara nə deyim? Deyirəm axı siz salon açmısınız amma sizin heç nə yoxdur da bilməlisiniz. Adam var İnkişaf yoxdur. Hə, adam var ki, bugünkü gündə inkişaf devridir. YouTube kanalı var. Oturun bir qarşınıza bir parik qoyun, kukla olur ya belə maketdə. Bəli, öyrənin. Balaca manekenlər. Onlar da öyrənin üzərində, çəkin. Yox, heç kəs öyrənmir. Gözləyirlər ki, müştəri gəlsin. Müştərinin üzərində bunlar dəllallıqlarını göstərsinlər. Müştəri də narazı getdi. Siz də müştəri itirmək sayılır bu. Hər bir bu tək salonda deyil, bu bugünkü gündə restoranlarda da özünü göstərir. Yəni Azərbaycanımız bu dəqiqə turizm ölkəsinə maşallah iri-iri addımlarla çevrilmək üzrədir. Amma gəlin görək turizm, tikintilər özün sözünü deyir. Gözəl, yüksək səviyyədə dövlətimiz tərəfindən. Hətta bizim bugünkü gündə Qarabağımızda mən gedirəm, qapılar özü açılır. Baxırsan ki, ay Allah, Avropa Qarabağa gəlib. Bunu da gətirən bizim dövlət başçımız. Allah onun canını sağ eləsin. Öz-özümə fikirləşirəm, görəsən bunu işlədə biləcəklərmi? Məsələn, idarə etmək üçün peşəkar insanlar olmalıdır. Yəni özünə inkişaf şərtdir. Adi, məsələn, ofisant. Yəni ki, ofisant nə deyilir bizə Azərbaycan dilində? Süfrəçi böyük bir, yəni adi bir sənət deyil. Süfrəçi, yəni ki, məsələn, tibb bacısı həkimdən bizə, həkimə demədiyimiz sözü biz tibb bacısına deyirik. Bunlar hamısı şərtdir. İnsan hərdən mənə sual verirlər ki, bilirsən, deyirlər də, filankəs dahidir, məsələn, filankəs, necə deyim, divadır, filankəs əjdahadır, misal üçün deyirlər də. Amma mənə sual verirlər ki, siz dahisiz və ya siz dahisiz, belə deyirlər. Amma mən cavabında deyirəm ki, benim Azərbaycan xalqı o qədər tükənib ki, ya, onun dahiləri olmayacaq. Yəni bizim hər bir insanımız dahidir. Hər bir insan əgər öz sənətində Allahın ona verdiyi istedadı, sənət nə deməkdir? Sənət elə analıq sənət deməkdir. Bəli. Evladlıq bir sənət deməkdir, peşə deməkdir. Evdar xanımlıq bir peşəlikdir. Yaxşı ana olmaq o da elə bir sənətdir. Yaxşı ata olmaq o da bir peşədir. Ona görə o da bir dahilikdir də. Bir dahiləri yetişdirən ata-analar kimlərdir? Demək o dahi olub ki, o da dahi evladlara savad verib, ali təhsil verib. Ona görə demək istəyirəm ki, bizim xalqımız elə dahi xalqımız var bizim. Ona görə də dahilər də yetişməyə davam edəcək. Və hər kəs öz yerində olsa, hər kəsdir. Nizami Gəncəvi də elə belədən deməyib ki, kamil bir palançı olsa da insan yaxşıdır, yarımçıq papaqçılıqdan. Bəli. Hər bir şeyi bizim şairlərimiz bizə elə deyiblər ki. Bu yaxınlarda dəyərli şairimiz Şəhriyar Delgerayının belə bir müsahibəsi oldu ki, Türkan xanım sual verdi ki, niyə kişilər daha yaxşı eşq şeirləri yazır? Şairin belə bir cavabı oldu ki, yaradıcılıq özü bir tüfeylikdir. Bir qadın nə qədər tüfeyli ola bilər ki, yaxşı eşq şeiri yazmaq üçün şairə tüfeyli olmalıdır Elzi xanım, sizcə? Eşq deməzdim deyə kişilər yazıb eşqdən, yəni qadınlarımız da bizim şair olmaq tüfeyli şərtdirmi? Sərgərdan olmaq deyir, lazımdır, şərtdir. Qətiyyən deyirlər də laməkan olmalıdır şair, yəni ki, əzab çəkməlidir. Yox, əslində mən yenə bu yaxında da mənə bir sualı veriblər. Mən məsələn öz-özümdə fikirləşirəm ki, əgər mənim həyat şəraitim biraz məsələn üçün ehtiyaclarım olmasaydı mən daha gözəl əsərlər bəstələyərdim, daha gözəl şeirlər yazardım. Niyə görə? Vaxtım çatmır. Mən vaxtımı xərcləyirəm başqa yerlərə. Yəni maddi azadlığa daha çox. Vaxtı məsələn axşamlar mən şou proqramlara gedirəm, məcburam məsələn toy ziyarətlərinə gedirəm.
vacib deyil o ödənişlə, ödənişsiz. Bir rəfiqəm də çağırır ki, məni gəl o mahnını biz üçün oxuyun. Mən də ora gedəndə vaxtım gedir, bəzənirəm, hazırlaşıram, gedirəm orada şəkil çəkdirirəm insanlarla və belə bir günüm gedir. Evə də gələndən sonra insan bilirsiz elə o enerji ki verirsən insanlara, o müsbət enerjini, o yüklənirsən insanların o gözlərində olan o necə deyirlər, o çəkici qüvvəyə və gələndən sonra ha istəsən pianinoda oturasan, nəsə ifa edəsən, istəyirsən ki, elə çay içəsən, bir pürrəngi çay, dinlənəsən. Və düzdür. Bəzən şairlər öz şairliklərini Şəhliyar Dərqaranın sözünə qüvvət gözə belə çarpıtmaq üçün özlərini biraz nimdaş geyinirlər. Güya ki orada Toksik romantikadır bu el. O cibində qəzetdir, bəli, özlərini göstərirlər. Güya ki üzlərini səliqəsiz, saçlarını uzadırlar, biraz özləri tipaş kimi göstərirlər. Amma görmüşəm elə şairlər. Doğrudan da araşdırmışam, girmişəm onun özdəki görmüşəm elə bir insanlar özlərini belə şair göstərənlər, hətta Elzanı tənqid edənlər məni tənqid edib. Onun mən maraq üçün demişəm, mənə sual veriblər ki, məsələn, filan kəs sizi Elza xanım tənqid edib, özü ciddi belə tənqid edib də məni. Hətta belə təhqirə yaxındır. Demişəm, bax bu kimdir, bəlkə doğrudan da mənim bir suçum var, bir baxım maraqlanım, bir bunun bir iki dənə şeirini oxuyum, bir utanıb bəlkə xəcalət çəkərəm, qələmi yerə qoyaram. Baxmışam, inanırsınız, utanmışam ki, demişəm, Azərbaycanın belə bir özünü şair adlandıran bir insanı var. Kimdir bunlar Elza xanım? Özü çox qəribədir ki, onlar belə bəzi adamlar arasında belə hörmətli sayılırlar. Çox biabırçı yazırlar. Çünki sizi at çəkərək tənqid edirsə, nasıl yadında qalmayıb? Onu bilirəm ki, gombul birisi, üzü zadı belə saqqallı, bığlı. Öz oturur bax. Şairdir. Bir də görsən kosmosdan yazır güyəmiş. Üzürsən, bir də görsən ki, üzü qadının üzürsən orqanlarından yazır, qadının cinsi üzvləri. İraq, belə şeylər. Onunla da belə heç kəs tanımır onu. Mən yəni bəzən elə bilirlər ki, İnsanlara elə gəlirlər ki, Elza ona görə oxunur ki, Elza üzr istəyirəm, açıq-saçıq yazır. Amma mən açıq-saçıq yazmıram. Onlar özləri açıqlar, tökürlər hər şeyi. İçindəkiləri. Siz bir müsahibənizdə demişdiniz ki, insanların içi erotikadan yanır və bunlar onu o cür görməyi seçirlər. Mən onların içini açıram. Amma mən onu yazmıram. Bir məsəl var, o hüquq mühafizə orqanlarında bir cinayətkardan üzr istəyirəm, sual verəndə onu tutmaq üçün yalançını bir sualı ona 10 dəfə verirlər. 10 dəfə də o eyni cavab verir. O hansı Arxadan vurulan zərbə filmində Amal Pənahovaya sual verir. Deyir ki, o saatı deyir ki, mən deyir, saatın deyir, nə bilim sepi verir, deyir o saatın heç sepi olmamışdı. Əvvəl deyir saatı orada onu Şahmar Ələkbərov oynayır da. Bəli. Onun yalanını tutur. İnsanların yalanlarını tutmaq üçün, onların keçmiş həyatlarını öyrənmək üçün onlar mənim şeirlərimi oxuyanda, onların danışığından mən bilirəm ki, bu hansı yolu gəlib, bunun için nədir və həm də biraz da egoistlik, biraz da qısqancılıq, biraz da paxıllıq bunun iç üzünü üzə çıxardır. Söhbət oxucudan gedir, yoxsa sizi tənqid edənlərdən? Mən oxucular elə, onlar da mənim oxucum sayılır, ancaq onlar qısqanan uğursuz şairlərdir. Uğursuz və uğursuzluqdan alışıb yanırlar. Qısqanclıq və paxıllıq. Uğur qazanmayıblar. Özlərinə görə mən onlara yəni deyərdim ki, əgər onlar özləri olsalar, necə ki mən deyirəm ki, hər bir insan dahidir. Onlar özləri olmaq istəmirlər. Onlar özünü kiməsə oxşadırlar. Yəni deyirlər ki, tüfeyli həyat keçirdim, bəlkə şair deyərlər mənə. Bəlkə necə Mozart kimi özümü dəlliyə qoyum, bəlkə Salieri kimi kiməsə pislik eləyim, bəlkə mən tarixdə qalaram, o deyil. Məsələn, siz dediniz ki, həmin şairlər açıq-saçıq qadın orqanlarından yazılırlar. Ola bilməz ki, onlar da Elza xanım kimi əslində cəmiyyətin erotik tərəflərini aynalıq etməyə çalışırlar. Olar bu? Mən yenə də deyirəm ki, onda necə qınaya bilərik o şairi? Mən onlar yəqin elə görürlər, amma mən oxuduğum, bax məndə bir bəstəkar olaraq mahnılar bəstələyəndə otururam bir kitabı oxuyuram. Görürüm ki, bir kitabı oxumuşam. Sadəcə niyə görə? Səfərə çıxmışam. İstəyirəm bir, necə deyim, özüm üçün gəlin axtarıram da, bir məsəl var, ya da elçi axtarıram. Niyə görə? Çünki musiqilər, şeirlər, musiqi ilə şeir bir-birinə qovuşanda bunlar bir ailə olurlar. Və oxuyanda şairlərimizi də tanıyıram, özümü də tanıyıram ki, mən yazıram, yazmalıyam, yaxşı eləmişəm, yazmışam. Niyə bu vaxta qədər mən uşaqlıqdan yazmışdım. Amma 2013-cü ildə tək şeiri ilə böyük bir
yəni ki, yaxşı mənada partlayış oldu da, yəni insanlar yozdular və mən ondan sonra artıq şeirlərim üzə çıxdı da. Amma ki, yenə də deyirəm, mən heç də mən düzdür, şeiri yazanda tutam deyirəm ki, qadın bir şey istəyir. Və nəyi də yazıramsa, mahnı bəstələyəndə də, şeir yazanda da elə bil kimsə səbəbkar olur. Tutam otururam, söhbət düşür. Verilişdə olursan, verilişdə sənə sual verirlər ki, Elza xanım, qadın nə istəyir? Mən də deyirəm, jurnalistin mənə sualıdır. Mən deyirəm, qadın nə istəyir? Qadın heç nə istəmir. Qadın bir şey istəyir də, yəni bunu deyəndə başladılar gülməyə. Gördüm yozdular. Yozandan sonra bu mövzu məni düşündürdü. Dedim, bunlar niyə güldürər? Axı mən bir şey istəyir deməyimlə dedim ki, qadın bir şey istəyir, qabırğa olmaq istəyir. Allah qadını kişinin qabırğasından yaratdı, tumar, sığal. Yəni dırnaqdan yaratmadı ki, qadının ayaqları yerə atılmaz. İstədi kişinin baş tükündən yaratsın, dedi yox, qadın başa oturmaz. Bəs hardan yaradım ki, kişi qadına, qadın kişiyə hər bir zaman bağlı olsunlar da, yəni. Yəni kişi var idi, istəmədi ki, kişi yaratsın. Dedi ki, kişini yaratmaq olmaz. Çünki kişi təkdir. Buna bir cütlük, buna bir yar gətirməli. Yəni ki, əks cins. Və bu qadını yaratdıq, onu üfürdü yatanda qabırğasından, rəvayətə görə, əfsanələrə görə, müqəddəs kitablarda belə oxumuş. Hətta anestezioloqlar, yəni ki, ilk dəfə narkoz verəndə həkimlərimizə sual veriblər ki, siz necə insanı əməliyyat eləyəndə yatsızdırdınız? Deyir, mən də müqəddəs kitabı oxudum, Allah qadını kişinin qabırğasından yaradanda onu üfürdü, yatsızdırdı. Və mən belə fikirləşdim, yazdım, amma bunlar gör nələr fikirləşirlər. Nə olsun ki, mən onların fikrinə hörmətlə yanaşıram. Çox şeylərdə, tək onda yox, mahnılarda da. Tutalım, mən Mikail Müşfiqin Yeni o bağ olaydı kompozisiyasını, onu qəhqəhələri orada mən necə üzə bir şairin dediyinə qəhqəhələri. Məsələn, bu yaxında mən Mirzə Ələkbər Sabirin sözlərinə bəstələmişəm. Məsələn, bir qocayam, çar kimi yataram, dörd arvadı bir-birinə qataram, qoca kişi yalnız yatmaz, nöqtələr mı. İndi mən bəstəkar olaraq qoca kişi yalnız yatmaz, nöqtələr mı. Mən bəstəkar kimi bu mığını ata da bilərəm. Başqa bəstəkar mığını ata bilər. Yəni nə bilməm Mirzə Ələkbər Sabir nə deyib burada, mığda nə deyib bu, düzdür? Amma mən onun mığısını tutdum, nöqtələr. Dedim, qoca kişi yalnız yatmaz mı? Məhil deyir. Yəni mən bir bəstəkar olaraq bunu akapella kimi, xor kimi vermişəm. Sonra mığını melodiyalaşdırmışam. Yəni qocalar vacib deyil. Niyə qoca kişi, Mirzə Ələkbər Sabir deyib ki, qoca kişi yalnız yatmaz. Həm belə fikirləşmişəm öz təfəkkürümlə. Qoca kişi, həm də qoca kişi yalnız yatmaz. Və də qoca kişi yalnız yatmaz. Biz elə bilirik ki, qoca kişi girir yorğanın altına yatır ki, hə. Bəzən qocalar görürsən, enerji, mənim yaşlı anam var. Belə özünü o qədər necə deyirlər, belə gücü var ki, bəzi cavanlardan qat-qat güclüdür. İşləyir, xeyir verir, yazır, yaradıcılığı var. Belə də düşünmüşəm. Qoca kişi yalnız yatmaz. Tək o deyil, həyat yoldaşı nəzərdə tutulur. Yəni qocalar, Mirzə Ələkbər Sabir bu yəni ki, mesajı da ötürüb ki, qocalardan müğayət olun, qocaların yanında nəvələri, yəni uşaqları onların qayğısına qalmalıdır. İndi bunları fikirləşən... Amma cəmiyyət yozur. Cəmiyyət isə ancaq birinci bunu yozur ki, hə, qoca kişi yalnız yatmaz. 18+. Bunu, hə, 18+, öz o Seyidcahan, üzr istəyirəm. Mən axı bunu Mirzə Ələkbər Sabirin sözlərinə bəstələmişəm, yəni ki, mən şairlərimizi oxuyanda şeirlərini, mən deyirəm ki, mən onların yanında toya bayrama getməliyəm, açıq saçıqlıqda. Bilirsiniz necə açıq saçıq yazıblar? Yəni fəlsəfi, satirik bir sözlə çox mənalar orada tapırsan. Çünki biz axı klassik musiqi nə deməkdir? Mən klassik bir xanımam. Klassik musiqidə o qədər bir orada klassik musiqi deyəndə biz opera, balet, romanslar, prelüdiyalar, yəni klassik mahnılar, yəni elə bizim xalq mahnılarımızın hər birini oxusan, yozsan, görün, haralara gedir, yozulur. Yozulan şeirlər var, Elza xanım. Mənə bəzən elə gəlir ki, bəli, məsələn, sizin əşyalar şeiriniz var ki, çox fəlsəfikdir, yəni məndən alır. Sizin həqiqətən
elə şeirlər var. Bütün şeirləriniz belədir ki, orada ciddi mesaj var, fəlsəfə var. Sizin filosof kimliyinizi üzə çıxardır, nə qədər dərin olduğunuzu. Amma məsəl üçün televiziyalarda çıxan, memlərə çevrilən şeirlər də var ki, siz düşünürsünüz ki, insanlar yozur. Burada ola bilərmi ki, Elza Seycahan çox ağıllı qadındır, kütləni idarə edən strategiyası var əslində? Siz mənə ağıllı deyirlər. Mən ağıldan da yuxarıyam. Üzr istəyirəm. Biz necə ağıllı bilirsiz nədir? Bəzən həyatda bilsən, bəzən bir qadın görürsən ki, hər şey var. O hər şeyə hansı bir yollarla gəlib çatıb da, hər şey var. Hər şey şunasda verilir. Bəli. O deyirəm, filan kəs ağıllı qadındır. Gör nələri var, pulu var, maşını var, karyerası Ağıl var. əslində o deyil. Halbuki o ora çatana qədər neçə dənə evlər yıxıb. Hər qadına aid deyil bu. Və yaxud da bəzi bir dənə kişi, kişinin obyektləri, kişinin belə filan kəs ağıllı adamdır. Görürsən neyləri var. Halbuki sən nə bilirsən o hansı yollarla onu kimisə haqqına girib də, yəni. Və yaxud da ki mən o qədər o sözü artıq adiləşdiriblər ki, məsələn, bugünkü gündə halalla haramı qarışdırıblar, eləyiblər ağıllı adam. Və yaxud da ki, üzrsən, necə deyim, çox şeylər deyə bilərəm, o indi bu dəqiqədə ağlıma gəlməz. Mən ağıldan artıq, mən heç ağılla işləmirəm, mən bu dəqiqə, mən ruhla işləyirəm. Ağlım artıq gedib, ağlım çoxdandan mənim öz yolunda oturub. Ağıl bilsin nə deməkdir, bir maşın sürürsən, oturursan ruhu ağılla sürürsən. Bir də var ki, o formula yarışmasında bizim şəhərimizə gəlir, dövlətimizə Allah can sağlıq versin. Biz onu gözümüzlə görürük ki, onlar necə ildırım sürətini, Bəstəkarlar İttifaqının yanında tədbir. Biz orada keçəndə, mən onların bizim yanımızdan keçən, hətta bir neçə metr bizə aralı səslərini eşitəndə deyirdi ki, bunları ana doğmayıb. Bunlar adam deyirlər bunlar. Bax, sənətdə də var. Sanki biz elə bir ki, bizə ana doğmayıb. Biz elə bir ki, bir ruhdan doğulmuşuq. Ona görə də bizi bəzən başa düşmək istəmirlər. Və çox vaxt başa düşürlər bizi. Və bəzən bizi başa düşmürlər. Məni məsələn bəziləri başa düşmürlər. Çoxları məni başa düşürlər. O çoxların bəziləri məni başa düşənlər. Güya məni başa düşmürlər kimi tanıtdırmaq istəyirlər. Məni uzaqlaşdırmaq istəyirlər öz sənətimdən. Və onlar elə bilirlər ki, çox ağıllıdırlar. Ki, məni belə edəcəklər, mən çəkiləcəyəm kənara. Necə ki, mənim bəzi şeylərimi oğurlamaq istəyiblər. İndi göz qarşısındadır da hər şey. Nə məsələniz? Elə nə məsələdir, elə obraz, geyimi götürək. Mən 2000-ci ildən efirlərə çıxanda, baxın da efirlərdə baxın, özünüz modelyer xanımsınız. Kim necə geyinirdi? Kim necə geyinirdi? Bəli. Kim necə geyinirdi? Gözümüzün qarşısına gəldi, keçir. Və illər keçdi, açıldı ölkələr, fashion moda, yəni ki, belə. Və mən geyinirdim və məni də tənqid atəşinə tutmuşdular. Mən də yolundan çəkinmədim. Və tənqid edə bu, maşallah, əslində geyim elə birinci Azərbaycandan gəlir. Bizim milli geyimimizdə o qədər böyük fəlsəfə var ki, onun bel qurşağı, toqqa nə deməkdir? Qadının soyuq dəyməsin, bel qurşağı, onun fatası, onun yaşmaqlanması. Yəni ki, hər bugünkü gündə biz korset tikdiririk. Yəni bizim milli geyimimizdə korsetdən tutmuş hər şeyə qədər var. Ona görə demək istəyirəm ki, heç ağlımla işləmirəm bu sənətdə. Çünki ağlım artıq ruhuma çox arxayındır. Ağıl məni tapşırıb ruha. Çünki əmindir. Necə ki, evladı böyüdürük. Əvvəl mən oğlum üçün evə gəlməyəndə hardasan tez-tez zəng vururdum, evladlarmış. İndi mənim 3 gün oğlum evə gəlməsə, mən oğlumdan arxayınam. Bilirəm ki, oğlum işi var, oturub öz şəxsi, yəni ki, qayğıya düşmürsünüz yəni. Qayğıya düşmürsünüz, yəni mən həyəcanlanmıram. Mən qayğılanmırsınız. artıq Allaha həvalə eləmişəm. Və Allah da mənə arxayındır. Allah məni böyüdüb, klassik məktəblərdə, klassik ailə tərbiyəsində və özünün imanlı, yəni ki, kəlamları ilə böyümüşəm və oxumuşam. Oxuyanda və tərbiyə alanda o özünü yaxşı bir üzə verir. İndi çox təəssüf ki, son vaxtlar heç kəs oxumur, fakultativ dərslər alırlar. Məsələn, individual dərslər gedib alırlar. Elə də deyirlər ki, mən getdim. Heç getmir, gedir elə o adamın sinifində oturub biraz çay içir, biraz deyir, gülür, yalandan belə edir. Dərs aldım. Deyirəm, konservatoriyanı oxumusan? Hə, Qəzənfər müəllimin yanına getmişəm. Təyyub müəllimin yanına getdim. Samir Cəfərovun yanına. Sən
konservatoriyaya getməlisənsə, məktəbə. Musiqi məktəbini bitirməmiş gedir. O boyda adamlar hələ indi də oxuyurlar. Gedirlər İtaliyada oxuyurlar, öyrənirlər, istedadlı bir səs eşidəndə yaxşı mənada oğurlayırlar, onu özlərinə süzgəcdə keçirdirlər, özlərini tapmağa çalışırlar. Onda belə demək olar ki, Elza xanımın şeirləri ağıldan yox, ruhdan gəlir və sadəcə kütlə bunu öz daxilinə uyğun olaraq idarə edir öz-özünə. O da mənim üçün alqışlayıram onları. Mən insanları ondan tanıyıram. Əbəs yerə deməyiblər ki, danış səni tanıyım. Eynən. Bəli. Amma bəzən özünüz də satirik və yumoristik yanaşırsınız verilişlərdə oxuyanda. Məsələn, keçən dəfə Müşfiq bəylə, Elməddi bəylə baxdım ki, onlar gülür şeirlərə, amma siz də onlarla bərabər onlara sanki gülürsünüz. Onların şeirə güldüyünə yox, onlara gülürsünüz. Yəni mən şeiri söyləyəndə, əgər o gülür, yəni o elə qavrayır da, yəni. Mən ona deyə bilmərəm ki, bəzən insanlar deyir, buna bax, bu şeir deyir, buna da gülürlər. Aktyorlarımız, bizim o gülüş ustamız var ya, Arif Quliyev. Bəli. Gülüş aktyoru Hamı idi. güldürmək istəyirdi. Bugünkü gündə nə qədər bizim gənc komediyxana bu şəhərdə, KVN, bir çox da yəni monoloqlar var. Bunların fəaliyyətləri nəyin üstündə qurulur sizcə? Onlar güldürürlər də hamısı, düzdür? Satira, bəli. Ancaq onlar güldürürlər. Özdəki dəlildən qabıqdan çıxırlar ki, bu insanları necə. Daha üzr istəyirəm, hansı bir senzura yoxdur ki, tamaşada bunun adını çəkmək olar, bunun adını çəkmək olmaz. Deyib onlara ancaq bir şey maraqlıdır, gülməlidirlər. O Dərviş Pariji partladır, o Məstəli Şah filmi var edir, oynasınlar, oynayın. Bunlar ancaq gülsünlər, gülməlidirlər. Ancaq o. Ancaq mən isə öz yəni ki, yazdığım şeirlərdə, yəni çox ciddi bir şeirin kökü altında, əgər bunları güldürməyi bacarıramsa, hətta deyərdim ki, həmin o səhnəciklər mənim şeirlərimdən də qaynaqlanırlar. Bir balaca onların elə bir ki, qapalı o tərəflər var ki, beynin o yaradıcı tərəfi, qapalı tərəfləri mən şeir yazmağım mənim böyük bir ajataj, böyük bir səs-küy qopardandan sonra insanların o məsələn suya ancaq su kimi yox, suyun içini görməyi də kömək etdi. Dənizə biz baxırıq okeana, onun dibində gör nələr var. Amma insanlar hələ də doğrudan da elə dənizə dəniz kimi baxırlar. Ona görə də mənə elə gəlir ki, o insanlar heç dənizə girməsinlər. Çünki əgər sən elə dənizə baxırsan, dibini görmürsənsə, əlbəttə sən orada üzəndə batacaqsan. Bəli. Sən onu anlasan, onu görsən, sən orada üzəndə heç bir zaman batmazsan. Onun dərinliyini dərk eləsən, onun zənginliyini, necə deyərlər, duysan, onu sən hiss etsən, orada sən heç vaxt batmazsan. Əslində çox ciddi bir şey deyirsiniz. Yəni anlayana ki, siz insanların içini göstərirsiniz. Məsələn, belə bir cümləniz var. Mən gecələr pianola sevişirəm, ağ-qara dilləri ilə. Amma insanlar bunu fərqli başa düşürsə, mən onlara demək aynalıq edirəm. Öz içlərinə döyməyi onları təşviq edirsiniz. Əslində çox ciddi bir məsələyə toxunursunuz Elza xanım. Elza xanım, mən sizin Brilliant xanımın ifasında olan Toy Adamları kompozisiyasına heyranam. Yəni bir-iki fikrim var sizin yaradıcılığınızla bağlı, onu bildirmək istəyirəm. Demək, mən sizin bəstələdiyiniz musiqiləri dinləyəndə musiqi tamamilə Elza Seycahan enerjisində olur. Hətta elə insana düşündürür ki, sanki sözləri də Elza Seycahan yazıb. Amma sözləri Molla Pənah Vaqif yazıb. Amma siz elə bir musiqi bəstələyirsiniz ki, orada gücünüzü elə şəkildə göstərirsiniz ki, musiqi də elzalaşır. Sözlər də elzalaşır, hətta ifa da elzalaşır. Bu diqqətimi çəkdi. Sonra Baba Pünhanı səhv etmirəmsə, yalnız adam yazıq insan şeirini ifa etmisiniz, tənqidlərə tuş gəlmisiniz. Hamı elə bilib ki, o şeiri siz yazmısınız. Halbuki o şeiri də elzalaşdırmısınız. Elza xanım, niyə daşınız bu qədər ağırdı? Nəinki onu, mən gecə neçə il bundan öncə Nəsimi, İmadəttin Nəsiminin bir şeirini paylaşdım. Və sizin Bəxtiyar Vahabzadənin də şeirini paylaşmışam. İnanırsınız, onu da mənim elə biliblər sizin də və çox belə orada xoş olmayan sözlər yazıblar. Niyə sizcə belədir? Əslində bu gücdür. Onlar yəni ki, daşıya bilmirlər də. Mən deyim ki, insanlar var ki, qara gəzirlər ki, görüm Elza neynəyəcək ki, biz onu Elza xanım, ad çəkin, hər şeyi müzakirə edək. Necə, mən ad deyəndə ki,
bilirəm də, yəni bilirsiniz necə bəzi insanlar var ki, hamı bilir ki, indiki gündə sosial şəbəkədə heç mən o qədər yazı yazırlar. Mən vaxtım olmur onu oxumağa. İşi olan adam, yenə dediyimi, o evində, ailəsində, öz işinin başında olan adam durub vaxtını ayırmayacaq ki, mən Elzanın kommentlərini oxuyum, görüm Elzaya nə yazırlar. Heç mən özümə gələn məktubları oxuya bilmirəm. Mən başqasının kommentini niyə oxumalıyam ki? Düzdür? Mən oxudum, sizə heç bir neqativ yoxdur, Yox, inanırsınız. misal üçün bəzən Çox sevilirsiniz. əlbəttə ki, şükür Allaha, mən o sevgimi nə yaxşı ki qazanmışam. Elə o sevgi məni bu yaradıcılığımda ruhlandırır. Bax, Molla Pənah Vaqifin sözlərini mən sizlə vaxt bəstələmişəm. 94-cü, 95-ci illərdə. Mən onu bəstələyəndə və Brilliant Dadaşova onu 98-ci ildə Heydər Əliyev adına sarayda onu ifa etdi. Ənvər Sadıqov səhv etmirəmsə Hətta Ənvər müəllim onu aranjman etməyəcəkdi. Mən onun notlarını, mənə çünki zamanında Arif Məlikov demişdi ki, mənim müəllimimiz, Allah onun ruhunu şad eləsin, dahi bəstəkarımız. Dedi ki, sən çox çətin ritmlərdə yazırsan, muğamlardan muğamlara çox keçirsən və şotlar, yəni ölçülər tez-tez dəyişir. Sən əsərlərini nota çətin yazacaqsan və orkestr bunu çətin ifa edəcək. Yəni bu normaldır və yaxşıdır. Yəni mən sənə deyim ki, səni bu gözləyir. Hətta mən özüm də fikir edirdim ki, axı mən niyə belə yazıram da? Mən də istəyirəm adi bəstəkarlar kimi necə yazıblar, ənənə ilə davam edeyim də. Gördüm, yox da mən bəstəkarlarımızın mahnılarını sevirəm, ancaq mən yazanda məndə bir başqa cürə alınır da. Başqa üslub ortaya çıxır. Başqa üslub da ortaya çıxır. Və mən bu bəstəkarlar dedi ki, sən bunu dağıtma da, sən bunu yaradırsansa, bu sənin özünsən. Bəstəkarlar var ki, özlərini tapa bilmirlər də, yəni. Sonra elə oldu ki, Brilliant xanım Toy adamlarını ifa edəndə, əvvəla mən bu Toy adamlarını ilk dəfə Natiq Şirinov, xalq artistimiz. İlk dəfə Natiq Şirinovla mən dedim ki, Zaqulbada bəstəkarlar yaradıcılıq evində Zaqulbada bəstəkarların simfoziumu günü idi. Dedilər ki, hər bəstəkar bir dənə əsər orada göstərsin. Nailə Məhəmmədli rəhmətli oradaydı. Yəni ki, bəstəkarlardan hamı var idi. Mən də getdim Natiqə dedim ki, Natiq nağaranı götür. O Zakir Əliyev rəhmətli bizim mədəniyyət nazirimiz Zakir Əliyev, Habil Əliyev bir gün deyib ki, Zakir müəllim də biraz üzrsən, onu qoyub ona danışıb gələcəm ora. Biraz ağlı belə, huşu belə gedib gəlib də. Çağırıb Habil müəllimi ki, ay Habil, gəl sözüm var. Habil gəlib Zakir müəllim, nazir, mədəniyyət naziridir. Deyib, bəli Habil müəllim. Deyib, ay Habil, götür tarğı, gedək konsert var. Fələn o məhsulda, yığımında konsert var. Habil müəllim görüb ki, bax bu Tarzən deyir kamança. Deyib, ay Zakir müəllim, mən də vaxtdan tar çalan olmuşam. Zakir müəllim də özünü itirmir belə. Hə, keçdin kamançaya. Yəni o da zarafatca bilirdi ki, bunun yaddaşında nəsə olur indi. Nəysə, onu demək istəyirəm ki, mən də indi Natiqi çağırmışam ki, Natiq, nağaravı götür, gedək simfoziuma. Natiq deyir, ay Əzə xanım, mən nağara çalacağam orada. Gülərlər bizə. Axı bilirsiniz, Rayalla nağara harda görünüb ki? Siz Rayal, evi də gəlir Natiq bizimlə məşq eləyirik. Yəni ritmlər gedəndə deyir Əzə xanım, bu ritmlər Toy adamların ritmləri, inarsınız evə getmişəm, o qədər mənə ritmlər, yeni ritmlər, mən gəlib sizinlə məşq edəndə mən elə bir ki, yeni ritmlər açılır mənim yaradıcılığımda. Oğluma deyirdi ki, Ələkbərə həmişə, Ələkbər sən çox xoşbəxtsən ki, sənin belə anan var. Bir otaqlı evimiz var idi, bax deyim, bu boyda elə bir evim var idi. Saatlarla Natiq Şirinovla biz orada məşq edirdik. Və biz getdik Zaqulbaya və mən orada Toy adamlarını ifa edəndə oturmuşdum, gördüm Gülər xanım, Brilliant xanımın bir prodüser vardı, Gülər xanım da, bilirsiniz Gülər Həsən, mahnıda o bir gözəl mahnıları da var onun, Kamran Həsəninin başçısıdır. Gəldi dedi ki, Brilliant xanım dedi ki, mahnını mənə versin, oxumaq istəyirəm. Elə heç nə mahnını versin, kaseti ver, göndərsin. Halbuki mən ondan əvvəl Brilliant xanıma bir də belə qəşəng kaseti idi, mahnılarımı yazmışdım, göndərmişdim. O vaxtda da kaset çox belə ucuz deyildi də. Sony kasetlər təzə çıxmışdı. Hə, kaseti yollamışdım, elə deyirdim, ay Allah, kaseti necə alım Brilliant xanımdan? Yəni ki, mənim üçün o kaset qiymətli idi. Sonra Brilliant xanımdan xəbər çıxmırdı da. Belə bir ki, yəni onu mən vasitəçi yolu ilə göndərmişdim. Brilliant xanıma çatmalıydı. Bilmədim, heç çatdırmışlar, çatdırmamışdılar. Amma burada mən bir dənə mahnının gücünə bax ki, Brilliant xanım mahnını məndən istəyir. Və mən evə gəldim sonra, düzdür, mən bunu heç yerdə danışmamışam, ilk dəfə burada danışacağım, üzrlü sayında, yəni. Mən, Gülər mənə zəng vururdu ki, mahnını göndər. Mən də elə fikirləşirdim ki, bir otaqda evdə yaşayırdım. Evdə də televizorum yox idi, təzə köçmüşdüm deyənə. Anam deyirdi ki, evə təzə şeylər alaq da. Anam da mənim dayılarımın yanında Rusiyada orada bir müddət qalmalı idi orada. Anam dedi ki, mən sənə oradan pul göndərəcəyəm.
Anam elə oraya işləməyə gedəndə mənə dedi ki, bax mən sənə çörək pulu verməyəcəm. Mən sənə ancaq ala bilərəm evdə xaladenik, çünki soyuducun yoxdur evdə, televizor yoxdur, amma da mən gedirəm, bax mən yemək sənə ala bilməyəcəm də. Mən də 30 neçə yaşım var, 2 dənə uşağım var. Konservatoriyada tələbəyəm. Mən çox belə qorxdum da dedim, ay Allah, mən neyniyəcəm? Mənim anam gedir, mən uşaqlarıma necə baxacağam? Belə getdim uşaq filarmoniyasında işə düzəldim. Etibar müəllim Zeynalov 5 şirvan maaş alırdım. Oradan çıxan kimi belə bazarlıq edirdim yüngülvari. Oradan piyada düşürdüm Dilarə Əliyeva küçəsinə. Ki gəlim məsələn avtobusa minmirdim. Piyada gəlirdim və televizor da yox idi. Mən fikirləşirdim ki, yoxda indi Brilliant xanım mənim mahnımı istəyib mənə indi pul verəcək. Mən də evimə alacağım. Televizor alım ki, o vaxtda da uşaqlar televizor olanda orada cizgi filmlərinə baxanda sakit olurdular. Televizora baxmayanda uşaqlar dəcəllik edirdilər. Həmin oğlumu görürdüm, bir yerə gedəndə görürdüm televizora belə zamiri deyirlər, zamiri atamiri belə qalırdı. Deyirdim heç olmasa televizor olsa dərsdən sonra bunlar da cizgi filmlərinə baxarlar da. Anam da mənə pul yollamışdı. Mən Atlant xaladenik almışdım o vaxtı. Özü anam da deyirdi ki, mən göndərirəm sənə pul. Bax, bir dənə salafan süfrə üstü al, yenə xaladenikin yanına yapışdır skoçla və kamera almışdı balaca. Kameranı çək yolla ki, görüm mən deyən yerə qoydum və xaladenikin yanına evimiz dar idi, uşaqlar cızmasın deyə də. İndi anam məni nəzarətdə saxlayırdı. Və bir də gördüm mənə Savalan müəllim, Rafiq Savalan ASTV-dən zəng vurdu. Dedi, ay qız, Elza, niyə Brilliant xanımı incidirsən? Səndən mahnı istəyib, mahnını niyə göndərmirsən? Siz satmaq istəyirsiniz mahnını. Mən də istəyirəm ki, mənə desinlər ki, mahnını neçə satırsınız? Mənə demir satırsınız. Onu da dizdirmək istəyirsiniz. Mənə deyir ki, Brilliant xanım deyir ki, mahnını versin. Mən də durmuşam sakitcə, mahnını vermirəm. Gözləyirəm ki, mənə desin ki, neçə satırsınız mahnını? Mən də belə 4 gündür mahnını yollamamışam. Brilliant xanım da uca mahnı tutub. Deyir, mahnını oxumalıyam da. İndi əlbəttə ki, indi bu mənə pul verəcək. İndi mən də fikirləşirəm ki, mən öncədən mənə pul versinlər ki, mən də mahnını verim də. Bunu da ifadə də eləyə bilmirsiniz. Abırdan həyata. Utanıram, 4 gündə. Rafiq Savalan mənə zəng vurdu ki, ay qız, sən niyə Brilliantı incidirsən? Mahnını yolla da, cəmaət deyir Brilliant xanım mahnımı oxusun. O vaxtda Faiq Sücəddinov Türkiyədən gəlmiş Brilliant xanım. İndi Brilliant xanım da heç indi də əl çatmazdı Brilliant xanım, amma heç dəyərlisən. Belə mən dedim ki, Rafiq müəllim, mənim evdə televizorum yoxdur. Mənim, yəni ki, mənə axı demirlər ki, mahnını neçə satırsınız. Belə baxdı, dedi, hə, yaxşı. Dağlı kişidir. Gördüm, Brilliant xanım mənə zəng vurdu. Evimizdə də telefon yox idi, qonşuya çağırdılar məni. Verdim qonşunun nömrəsini, biri həyətdə qalırdı, belə olmur, ümumi həyət. Sonra telefon zat çəkdirdim. Dedi ki, aşağı gördüm Brilliant xanım. Alo, mənəm Brilliant xanımdır. Necəsən? Bax, sən ailə qurmaya, ərə getməsən. Çünki sənin istedadın batar, sənin istedadını qoymazlar, birdən ərə gedərsən. Mən dedim ki, Brilliant xanım, ərə getmişəm, boşanmışam da. 2 dənə uşaqlarım da 5-ci, 6-cı sinifə gedirlər. Amma sevindi, çox sevindi. Boşandığınıza? Yox, dedi, yəni ki, artıq keçmişəm də o etapları. Yəni sənətimə qarşı heç kəs mane olmaz da. Yəni ki, artıq o zülmlərdən keçmişəm. O bir dəfə çarıq yolla gedir, görür ki, vitrində bir dənə bahalı ayaqqabı işığın altında, belə qəşəng bahalı baxır ayaqqabıya, deyir ki, indi də bu təmsildə elə bir. Deyir, ay ayaqqabı, mən də sən dəridənəm, sən də dəridənsən. Mən belə cırıq, palçığın içinə giyinirlər məni. Səni belə qəşəng bəzəyirlər, işığın altında fırlanırsan, qaşlı daşdı. Sən belə, mən belə. Niyə budur? Axı bunun səbəbi mənə dedə. Ayaqqabı deyir ki, ay çarıq. Səni də məni kimi dərmanların içində yandırsaydılar, aşılasaydılar, darsaydılar, cırışdırsaydılar, sonra axırda tiksəydilər, sən də gəlib məni kimi burada oturmaq iqtidarına malik olardın. İndi mən də bu Elza Seyidcahan olmaq üçün o dərmanlardan, o tikmələrdən, cırılmalardan, iqtidardan, oddan allardan mən deyirəm ki, hərdən özümü bizə necə görürəm, insan gedir belə külək vurur üzünə, belə gedirsən külək vurur da yarpaq dəyir, bir yağış düşür üzvə, xoşlayıram da belə, məsələn mən maşında gedəndə yağış yağanda açıram şüşəni, deyirəm qoy yağış üzümə dəysin, açıram luku, özüm maşın sürəndə hətta yağış yağır başıma, dua edirəm Allaha. Amma mən həyatda gedəndə mənim üzümə o kinolarda olur belə betonlar, daşlar, amma mən onları düz dayanmışam da. Deyir, onlar yıxılıblar, mən yıxılmamışam. Mən düz getmişəm. Və o ağırlığı onları hiss etdirməmişəm və həmişə mən öz əqidəmi, öz mənliyimi, öz saflığımı, əsasən də öz saflığımı heç vaxt mən
onların o çirkabılığına, onlar mənə belə olublarsa, mən o çirkablığa, yəni məcbur da eləsələr məni, ora mən düşməmişəm də. Çalışmışam, düzdür, biraz elzalığımdan çıxmışam. Ola bilsin, o da bəzi verilişlərdə elə göstərirlər ki, bizim emosional göstərməyə Sanki çalışırlar. kaprizli, söz-söhbət Sanki mən bir fokuslu, əsəbiyəm. əsəbi, bəli. Sanki mən nə gəldi deyə bilərəm. Yox, heç bir zaman. Mən hər zaman sözümü düşünmüşəm. Hətta mənə belə deyirlər hərdən. Bilirsiniz necə? Siz deyir millət vəkilliyinə də verdiniz. Bilirsiniz niyə görə siz millət vəkili seçmədilər? Çünki siz emosionalsınız. Siz hərdən elə söz deyə bilərsiniz ki, emosional adamlar vəzifədə olmamalıdırlar. Əksinə, mən emosional deyiləm. Mənə deyirlər ki, Elza Seyidcahan deyirlər ki, emosional yox, mən enerjiliyəm. Mənə bu yaxında onu bir çox böyük ziyalı insan dedi. Dedi, Elza xanım, məni təhlil edirlər. İnsanlar mənə zəng vuranda məni təhlil edirlər. Məsələn, Elza şünaslar var, üzr istəyirəm. Doğrudan Elza şünaslar var. Məni tanıtdırırlar. Mən özümü tanımıram. Deyir, sizə emosional deyirlər. Siz emosional deyilsiniz. Siz enerjiçnisiniz. Siz enerji verirsiniz insanlara. Özü müsbət enerji verirsiniz. Məncə sizin özünüzə hörmətiniz çoxdur deyə Elza xanım. Siz qarşı tərəfə sərhəddinizi göstərirsiniz ki, bunu keçmək olmaz. Bunu da bizim cəmiyyət qəbul eləyə bilmir. Bunu cəmiyyət ona görə qəbul eləyə bilmir ki, sərhədlərini bilən insanlar o keşməkeşdən keçiblər o sərhədlərə sahib çıxa bilmək üçün. Ona görə çox haqlısınız, amma fikrim qalıb o Brilliant xanım pulu verdi ya yox, orada qalıb fikrim. Aynur xanım, mən amma deyim ki, bax mən özümdən çox qarşımdakına hörmət edirəm. İnanırsınız? Bəzən deyirlər insanlar, mən özümə çox hörmət edirəm. Yox. Mənə Allah o qədər hörmət eləyib ki, mənim sizin nə qədər hörmət eləyib insanlar, xalqımız. Mən əksinə hörmətə layiq olmayanlara həddindən artıq hörmət eləyirəm. Hər kəsə. Bax bu mənim ailə üzvlərimdən tutmuş, bax sənət dostlarımdan tutmuş. Ümumiyyətlə daha bir adam ki, heyvanlara konsert verir, bitkilərə konsert verir. Onun açmasını, onda mən benim az məruzələrə, az mən təzyiqlərə məruz qaldım ki. Misal üçün, yəni demək istəyirəm ki, Brilliant xanımda mən fikrim qalıb o telefon zəngində. Hər dəfə onu öpürəm, onu məsələn belə koklayıram, onu ki, onun bax mən özüm üçün dediklərim Brilliant xanımdan da həyatında, o da elə belədən Brilliant Dadaşova olmayıb. O boyda böyük nəslin, yəni bəstəkarı da var nəslində, Hökmə Nəcəfova, aktyoru da var, musiqiçisi də var, anadan, atadan tutmuş əmsi oğlu. Bunlar doğulurlar da incə sənətin, yəni ki, qızıl hərflərlə Azərbaycanın sütunudular bunlar. Elə ona görə də onlara bəzi hadisələr olur. O da onların nazar muncuqu olsun da, yəni. Yəni demək istəyirəm ki, mən dedim ki, ona demədim, Rafiq Savalan demişdi ona ki, siz göndərmişdiniz. Mən dedim, Rafiq, mən utanıram deməyə, mənim evdə televizorum yoxdur da, uşaqlarım, amma məndən bunlar demirlər ki, mahnını neçəyə satırsınız. Məndən də o mahnını istəyənlər var. Mən də dedim ki, istəyirəm qazanım da. İstəyənlər var idi Elza xanım, yoxsa mahnının biraz sambalını artırmaq üçün elə deyirdiniz ki? Yox, mahnını istəyənlər tamaşaya istəyənlər var. Tamaşaya Vaqif İbrahimoğlu. Onu heç kəs cürət edib oxuya bilməzdi. Onu mən özüm oxuyurdum. Onu da mən getdim Qırğızistanda, müsabiqədə birinci yerə çıxdım. Birinci yerə çıxdım. Toy adamlarını rəqs qurdum. Toy adamlarını indi Qırğızistanda İsıqqöldə. Və Vaqif İbrahimoğlu da onu tamaşaya qoyurdu. Əlbəttə kim eşidirdi, hayl-mayl olurdu. Brilliant xanımdan başqa onu heç kəs oxuya bilməz. Hətta mən o bir Arif müəllimdən dedim, Arif müəllim dedi, sən çox qəliz yazırsan, notlar, ritmlər, muğamlar, ladlar. Bunu deyirsən çətin olacaq da oxuyan üçün də, ifaçılar üçün də. Biz bunu yaşadıq. Adını demirəm hansı orkestr və biz möhtəbər bir dirijorumuz ona Brilliant xanım ödəniş etdi. Dedi ki, notu partitura verdi ki, bu notu ifa eləyin də orkestrinə. Onlar bunu bacarmadılar. Və sizə ödəniş etdilər. O pulu qaytardılar Brilliant xanıma. Biz orada sinkopalar var idi. Onu biz kartoşka notlara çevirdik. Dedik ki, məsələn, ıntata buna ta belə elədik. Onu da ifa edə bilmədilər. Sonra gəldi, dedi ki, alın bu pulunuzu. Mənim orkestrim bunu ifa edə bilmədi. Mən belə doğrudan da gözlərim bəlkə də kəlləmə qalxdı ki, mən Arif müəllimin sözü yadıma düşdü. Mən çünki o orkestrin belə də çox böyük pərəstişkarı idim da. İndi pərəstişkarıyım, nəysə. Mən qəbahət məndə də, onlarda deyil. Və Brilliant xanım məni evinə çağırdı. Getdim onun evinə. Evinə gedəndə oturdum. Yanımda da qış idi, şuba geymişdim. Bir dənə əyimi palto şuba geymişdim əyimə. Oturduq, məşq elədik. Başladı mən danışdı uşaqlarımla, ailəmlə. Mənə qəşəng süfrə açdı. Qəşəng çox, onun pürrəngi çayı heç yerdə yoxdur da. Onun çay süfrəsindən quru meyvələr zat. Nəysə, çıxanda da cibimə pul bastı, əlimə vermədi.
Və cibimə belə pul bastı, gəldim mən ondan televizor aldım evimə. Halal olsun. Və həmişə çıxanda deyirdi Vaqif, bir dənə onun nağara çalanı var idi Vaqif. Vaqif, bu qızı düz bloka qədər apara bu qızı. Gətirirdi məni evə ötsüzdürürdü. Oturur Vaqif məni ötürürdü evə. Sonra 98-ci ildə solo konsertləri oldu Brilliant xanımın Heydər Əliyev sarayında. O da Fəxriyə xanım Xələfovanın geyimlərini geyinirdi. Hər gün mən bunlara məşqə gedirdim. Axır Ənvər müəllim dedi ki, sonra həmin o toy adamlarını deyim sənə, Ənvər müəllim yığdı. Ənvər Sadıqov. Ənvər müəllim təvəzzökarlığından dedi ki, yox mən bunu belə yığacağam, qoy bunu orkestr özü canlı ifa etsin. Sonra Ənvər müəllim notu qulaq asaraq, onda notu da hələ o dərəcədə o vaxtlar 98-ci ildən danışıram da 30 il olacaq. Ənvər müəllim onun Stuxavoy notları bir-bə-bir yığdı və Brilliant xanım mənə dedi ki, Eyza, yeganə əsərdir ki, mən bəstəkarın ifa etdiyini necə ifa edib belə oxuyuram. Bütün mahnıları deyir, mən götürmüşəm ortasını aşağı, aşağısını yuxarı dəyişdirmişəm də deyir, mənə də bunu bəstəkarlar icazə verirlər. Elə bir mahnı yoxdur ki, orada mənim özüm redaktəm olmasın. Amma bu o mahnı deyil. Bu mahnı yeganə toy adamlarıdır ki, mən burada heç nə bir dənə not belə dəyişməmişəm. Yeganə o içərisində rəqs var. Atası Süleyman kişinin onu o dedi ki, icazə verirsən, mənə dedim əlbəttə ki, onu biz ora ifa etdik. Düzdür, məndə də var idi. Ortada bir balaca muğamla edirdim. Biraz onu yəni ki, inkişaf elətdirdi. Mən də buna məmnuniyyətə icazə verdim. Brilliant xanım mənim sizə güvəndiyim dağlar mahnısında oxuyub. Həyata küsmə Qənirə Paşayevanın sözlərinə sizə güvəndiyim dağlar Cabir Novruzun. O da mən ona icazə vermişəm, sizə güvəndiyim dağlarda redaktə edib. Çox onun ritmində, avazında, yəni ağı deyib də orada. Onu dinləyənlər, yəni ki, özlərinə gələ bilmirlər ki, Brilliant xanım burada elə bir ki, o da öz uşaq yaşlarında anası ilə avtoqəzada orada itirib. Elə bir ki, Brilliant xanım, mən elə gəl ki, onu oxuyanda o hadisəni orada görür, onu yaşadıb. Elza xanım, sizə görə hansı kimliyiniz daha dominantdır ruhunuzda? Bəstəkar yoxsa şairə? Belə baxanda əslində mən hər dəfə bunu deyirəm, mən şairə kimi böyümüşəm uşaqlıqdan. Mən ilk dəfə, yenə də deyirəm, mən sonradan durub kiməsə baxıb şair olmadım. Biz elə mənim əvvəla nəslimdə Namiq Abdullayev 20-ci əsrin fantastik şairi. Yəni ki, Xızının Dərəzarat kəndində ilk dəfə də mənim televizora Namiq Abdullayev çıxardı. Cəlal Bərkişadla. Mənim dayım Cəlal Bərkişadın evladları, mənim dayım İdman Güləş müəllim idi. Onun yanına gedirdilər və Namiq müəllim uşaqlıqdan da mən şairlərin dərnəyinə anam aparırdı məni. Mən Oktyabrat Ulduzuna məktublar göndərirdim, şeirlərimi. Onlar mənə məsləhət oxuyurdular, şeirlərimi mənə ədəbiyyat müəllimimə məktublar gəlirdi. Məktəbdə artıq bilirdilər ki, Elza Seyidcahan televizora çıxır, Oktyabrat Ulduzu verilişinə gəlirdim. Sonra məktəbə gələndə mənə bir başqa cürə belə maraqla baxırdılar. Və mən bu toy adamları kompozisiyanı İslam dayıma yazmışam. Evlənmirdi o vaxtı. Ona yazırdım, başına döndüyüm toy adamları, siz də deyin, toya gələn oynasın. Nəysə, sözümün əsas canı, anam gətirdi bizi qarmona yazdırdı. Biz də hazırlaşırıq ki, gedək indi qarmona imtahan verək. 1-ci sentyabrdan musiqi məktəbinə gedək. Birdən mən anama gəlib deyirəm ki, mama, şeir yazmışam. Anama deyirəm, bax, oxuyuram. Göy quşağı çıxdı və yaxud da ki, xalam qızı Sevda anadan oldu, ona yazdım. Qonşumuzda bir Həcər xala var idi, Allah rəhmət eləsin. Əri rəhmətə getmişdi. Gəldi mənə dedi ki, Eyza, Şurabatdan idi. Jalə çox fikir çəkir, atası rəhmətə gedib. Bir dənə Jaləyə şeir yaz da. Mən Jaləyə şeir yazdım, o mənə bir dənə basanışqa aldı hədiyyə. Bizim neçə yaşım vardı? 10 yaşım var idi. 10 yaşınızda ilk qazanc. Mən başladım. Jalə çox dəcəl qızdır, bir yerdə dayanmayır. Deyir, anacan, ana, atam hardadır, harda? Bax, yadımda qalıb. O vaxtı yazmışam. Sonra Göy quşağı şeirim. Anama, mənim ağbirçək anam, sevimli göyçək anam, sən məni böyütdükcə, mənə laylay dedikcə, saçların ağarıbsa, arzun ümidin ancaq açıbdır çiçək anam. Sonra mən bu şeiri böyüyəndə artırdım ki, çapıbdır, nə bilim, at kimi anam, nə bilim, nə kimi, axırda mənim Əzazil anam. Axırda mən demişəm ki, şeirdə mənim Əzazil anam. Hansı şair anasına Əzazil deyib? Anama deyirəm, ay mama, şeirdə demişəm ki, şeirin adı mənim Əzazil anam. İndi gəlin, ana belə, hə, sən deyərsən Əzazil anam. Mənim anam Əzazil ana olub. Yaxşıların yaxşısı olub və Əzazillərin Əzazili olub.
Əzazilin də amma faydasını Amma görmüsüz Əzazilin məncə. faydası. İndi deyirlər ki, Uşağa söz uşağa demək söz olmaz. demə. Hə, özgüvən, özünə Müəllimlər inanmırlar. uşaqlardan qorxurlar. Hə. Valideynlər uşaqlardan qorxurlar. Bəli, bəli. Bəzilərindir. Yəni ki, bunu da qoydum kənara. Anama gəldim deyəndə ki, anam da həmişə qab yuyurdu, yadımdadır. Kuxnada, mətbəxdə qab yuyur, orada da yemək hazırlayır biz üçün. Mən də şeir oxuyuram. Anam da həmişə deyirdi, mama qurban oxu. Məni həvəsləndirirdi. Mən də oxuyuram şeirimi. Sonra gəldim anama dedim ki, mama, bax mən şeirimə mahnı bəstələmişəm. Mən qaynayıram da, belə bir durmuram bir yerdə. Onda ilk şair kimi. Bax təsəvvür edirsiniz, hə, şeir, mən bəstəkarlıqdan əvvəl şeir, səni saldım məni haralara apardı. Dedim amma bax, başladım öz şeirimə mahnı oxumağa. Getdim məktəbə gəldim gördüm evdə Ukrayna pianinası. Ukrayna. Ayıcı xanım, çox uzaq görən ailəniz olub. Təsəvvür edirsən Humay xanım, anam Aynur 4-cü sinifi Aynur xanım, 4-cü sinifi bitirən anam 4-cü sinifi bitirib. Niyə görə anam 4-cü sinif bitirib? Mənim babam Siyəzəndə icra var, binası, Siyəzəndə icranın binası. Ora indi də deyirlər Şərəfəddinin Stalovası. Hə. Mənim babamın o vaxt indi restoran yox idi. Hə, Stalova vardı. hə. Şərəfəddinin Stalovası. Mənim babamın da Stalovasına dayı Siyəzən, o dəvəçi, hamı mənim babamın Stalovasında yığışardılar. Və mənim babam oradan Bakı niyə köçdü? Günorta yeyirlər, axşam babamdan anonim yazırdılar. Anonim yazanların adından gör nə olub ki, mənim anamın cehizini gecə daşıyıblar. Gecə. Çünki anamın nənəm o qədər cehiz verib ki, anamın anonim yazmasınlar deyənə, gecələr anamın cehizlərini balaca elə əllərində o daşıyıblar ki, görən olmasın da, təsəvvür edirsiniz? Nəysə. O mənim necə deyərlər? Mən gəldim gördüm Ukrayna pianinası evdə. Dedim mama dedi ki, mənə sən pianinoya gedəcəksən. Dedim necə yəni pianino nədir? Mən qarmonu öyrəşmişəm. Mən qarmonu hazırlaşıram, ifa edirəm, özü böyüyəcəm. Özü Papayında da toya qarmon çalanlar, Brilliant xanım bacıları ilə gəlirdi. Kəmalə Rəhimli, Zeynəb Dostəliyeva o vaxtlar da gəlirdi. Mən də deyirdim ki, mən də toya gedəcəyəm. O zamanlar televizor belə mən hələ klassika nədir bilmirəm. Oxumamışam, mən fortepianoya getməmişəm. Mən də aşıq gördüyün çalar. Mən Papayındayım. Fikirləşirəm ki, mən qarmon çalacağam, toylara gedəcəm. Dedim ki, mən ağladım. Dedim, mən qarmon öyrəşmişəm, axı mən artıq o qarmon ifa edirəm. Düşdüm qonşuların qapısını döydüm. Orada qonşumuz var idi, Məryəm xala gəlir, nəsə. Gəldim nənəm gilə dedim ki, mama nənəmə də mama deyirik, babama da papa deyirik. Çünki nənəm babam cavan idi. Yeganə 8 dənə nənəmin evladı var. Yeganə mamamın evladlarıdır ki, biz nənəmə mama, babama da papa demişik. Hamısı nənə baba deyib, biz mama papa demişik. Mamam fikrindən dönmədi. Mənim anam, ay Allah, nə yaxşı mənim anam fikrindən dönməyib. Anam dedi ki, məni yazdırdı pianinoya, böyük bacımın Laləni pianinoya, Mehribanla Rasiməni də pianinoya, üçümüzü. Mehribanı qarmona. Bir də Natella xalamı qarmona. İmtahana da bacılarımı mən apardım. Anam getmədi, işdə idi. Özüm apardım imtahana. İmtahandan çıxayım dedim, dialoguna qoy bacılarım keçsin, sonra siz. Hətta pianino imtahanda bacılarıma kömək də eləmişəm. Necə? Uşaq olmuşam. Mən necə çox bilmiş, ağıllı olmuşam. O üzvü çevirirsən, uşaqlara 3 dənə, məsələn, 2 dənə, 1 dənə səsi yoxlamırlar. Məsələn, əvvəl belə yoxlayırlar. Do, a səsləri tapırsan. La, la, a səsi tapmalısan. Sonra pianinoda vururlar ki, neçə dənə dildə deyir, məsələn 2 dənə, 3 dənə, bacılarım da dayanıb müəllimlərin ağlına hardan gələr ki, mən burada iş görürəm. Çox bilmişdiyimə bax. Bacılarıma kömək indi orada oturmuşam, bacılarımın yanında görə bunları imtahana gətirmişəm. Orada 3 dənə vurub, mən də buradan bacıma 3 dənə, 2 dənə. Mən olmasaydım bacılarım, bacılarıma buradan göstərmişim. Konspektlik eləmişəm. İndi mən öz yalanımı açıram, Allah məni bağışlasın. Uşaq olmuşam, bilməmişəm. İndi nəysə, indi çıxmışam. Mamam da imtahana getmir bizim. Bacılarımı da imtahana mən aparmışam, inanırsınız. Həmişə anama deyirdim ki, hər yerə anam məni yollayırdı evdə, üzr istəyirəm. Özdə yerə tüpürürdü, üzr istəyirəm. Və tüpürürdü belə. Deyirdi, bax, get görün bu tüpürcək quruyanacan gələcəksən. Dedim, mamam, hər yeri məni yollayırsan, bunları da yolla da. Dedim, mama qurban, onlar mənə yarıdmırlar. Qaçırdım ki, gedim baxım görüm o tüpürcək quruyub yoxsa qurumayıb. Hə? Gedirdim, qaçırdım, gəlirdim baxım. Dedim, mama bax, hələ qurumayıb, biraz qalıb. Təsəvvür elə mənim anam bizi belə həvəsləndirir. Sonra mənim anam bizə bax otururdu, məktub yazdırırdı. Yaz. Dedim, Allaha məktub yaz. Yaz Allaha məktub, bax qoyuram sandığın içinə. Ki sən söz ver ki, sən
konservatoriyaya qəbul olacaqsan. Qadın gələcəyi çağırıb. Ha, Qadın mən gələcəyi yazırdım. çağırıb. Bax deyirsən deyir, yazırdım qolumu da çəkirdim. Mən Əhmədova Elza Nuru qızı Allaha söz verirəm ki, mən bu il yaxşı hazırlaşacağam. Mən muzikçi işə qəbul olacağam. Anam deyirdi ki, hə, indi sən qəbul ol, mən sənə bunu alacağam. Məsələn, palto alacağam o vaxtı. Məsələn, mən necə oldu? Mən çox ağlayandan sonra pianinoya getdim, qəbul oldum. Və başladım sonra mahnılar, notlar da, klassik da indi öyrənirəm də. Müəllimiz də orada Sarkisyan Ayıda, erməni müəlliməsi. Sarkisyan Ayıda. Hə, evlərinə də gedirik, məşğul olurduq. Pianinonu oxuduq, imtahanları verdik. Məni 3-cü sinifdən 5-ci sinifə keçirtdilər. Ki, mən tez bitirim 8-ci sinifi bitirəndə, çünki biz artıq 5-ci sinifə keçəndə musiqiyə gəldim. Çünki rayondan köç gəl belə, anam elə bir ki, gec ayırmışdı. O qədər mən yaxşı oxudum ki, məni 3-dən 5-ə keçirtdilər. Mən gəldim musiqi texnikumunda musiqi nəzəriyyəsinə, Faiq Nagiyevin və əsərlərində yazdığım elə balaca pyesləri göstərəndən sonra Arif müəllim, Faiq müəllim Nagiyev, öpürəm onu, bağrıma basıram. O mənə dedi ki, get Arif Məlikova əsərləri, yazdıqlarını göstər görək, o sənə icazə verəcəkmi konservatoriyaya qəbul olmağa? Mən onları da etdim. Belə sonra gəldik. Sonra konservatoriyaya hazırlaşa 3-cü kursda məni gəldilər, aldılar, ərə getdim güyəmiş. Getdim də indi Allah xoşbəxt eləsin, oldum da xoşbəxt, şükür Allah, 2 evladım var. Mən hər şeyə şükür edirəm həyatda, qısa danışıram. Anam da mənə məktub yazırmışdı ki, məktub yaz ki, mən bu il konservatoriyaya qəbul olacağam. Sən konservatoriyaya qəbul olsan, mən sənə layka lama alacağam, bir də rayal alacağam. Mən anam dedim, amma mənə rayal al. Dedi, sən konservatoriyanın bəstəkarlığına qəbul ol, mən sənə rayal alacağam, söz verirəm. Bir də layka lama. Bacıma Siniguruşka dublonka almışdı, üzr istəyirəm. O vaxtı Zamuş var idi, Siniguruşka dublonka almışdı. Bacım xarici dillər universitetinə qəbul olmuşdu. Dedi, sən də musiqi işə qəbul olsan, sənə bir dənə layıqlanma, bir dənə də rayal. Mən də 3-cü kursun avqustunda konservatoriyaya hazırlaşıram. 24 günə mən ərə getdim. Getdim ərə, kitab bağlandı konservatoriyaya, 7 il bağlandı. Elza xanım, Təsəvvür belə edirsən? bir istedad. Hamı mənim anama deyirdi ki, əvvəldə mən yuxular görürdüm. Aynur xanım. Ki dedim, amma yuxuda bunu gördüm. Ay mama, yuxuda belə gördüm. Bir nurani kişi mənə bunu deyirdi. Əlində Nə deyirdi? Deyirdi ərə getmə. Mənə yuxuda tüklərim belə şey oldu belə. Əslində mən bu yuxuları danışmamalıyam. Mənə icazə vermirlər. Mənə yuxuda deyib ki, heç kəsə demə. Mənə deyiblər ki, yuxularımı danışma. Bunda danışmışam. Bir gün yuxudaydım. Gördüm belə buludlar, belə də o Piri baba yoxdur. Belə çomağı. Mənə dedi ki, nə edirsən də dedi. Mən dedim ki, baba, mən nəsə edirdim. Yox, mən ona dedim ki, baba, əlvi mənim başıma çək, mən konservatoriyaya gedim. Mən ona dedim bunu. Dedim, baba, özü əks dedim, baba, əlvi başıma çək, mən konservatoriyaya qəbul olum, bəstəkar olum. O dedi ki, mənə belə exo ilə səslə, yox, küləkdir belə. Mən əlvi başıma çəkməyəcəm, əlimi. Əlimi başıma çəksəm, mən əlimi başıma çəkməyəcəm, o belə dedi. Yox, mən əlimi başıma çəkməyəcəm. Və belə elədi, getdi. Mən dedim, baba, çağırıram baba ki, əlimi başıma çək. Və bu sonra belə getdi də, belə elə bir şey. Və oyandınız. Oyandım. Anam getdi, bir dənə anamın iş yoldaşı vardı, Tamara xala. Tanya xala Lənkərana. Onlara bir İmam Ehsan o vaxtlar da Sovet vaxtında icazə vermirdilər. Onlar Lənkərandan idilər. Deyəsən bir məclisdə İmam Ehsanı bir Quran açan adam vardı. Mən də anamla getmişim, oturmuşdum yanında. Anam ona dedi ki, mənim bu qızım belə yuxu görüb də, belə özü Quran açdı mənim üçün. Dedi, o çox yaxşı gəldi. Dedi, bu yəni ki, demədi də elə bağladı. Dedi, bu elə-belə uşaq deyil. Dedi, bir də bu yuxu görür, belə-belə. Dedi, o kişi yaxşı elib bunun başına, onun başına əl çəksəydi, bunda vergi də var, bu baxıcı olacaqdı. Bəstəkar olmayacaqdı. Hə, o bunun əlini bunun başına çəksəydi, bu evdə oturacaqdı, olacaqdı belə, yəni ki, vergili bir adamdı deyir, 6-cı hissində mən. Gözəl musiqiçi yazan. Bu deyir, əli çəkməyib ki, bu gedib musiqiçi olsun. Sonra mən ərə gedəndən sonra anama hamısı belə rişkənd edirdi. Çox sevdiniz deyə ərə getdiniz. Çox üzr istəyirəm. Qətiyyən heç verdilər. Bəs konservatoriyadan əl çəkəcək qədər nə yaşandı ki, siz ərə getməyi seçdiniz? Mənə onlar demədilər ki, konservatoriyadan əl çəkəcəksən. Dedilər, gedək, biz səni oxuturacağıq. Nənəm də dedi ki, riyakarlıqla rastlaşdınız. Nənəm dedi ki, anan da 4 dənə qızı saxlaya bilmir. Get də orada oxuyarsan. Bəs sən anan da sizi böyüdüb. Daha sənə deyirlər ki, gedək səni oxuturacağıq bəstəkarlıqda. Anan da bunları saxlasın. Qız yükü, duz yükü. Məndən soruşmamış mənə ərə verdilər. Məndən soruşmamış məni boşatdırdılar. Bu düzgün soruşmamış. Heç mən boşanmırdım da. Boşanmağa mən pis baxıram.
İstəyir belə o bir bədheybət olsun mənim ərim, Hə. istəyir mənim ərim Qvazimoda olsun. Ər mənim üçün uşaqlarımın atasıdır, o mənim üçün hamıdan gözəldir. Bəs nə baş verdi ki? İndi nə Sizə deyirəm? demədən sizi necə boşandırmaq Deyəcəm sənə olar? onda, yəni nə edim? Sonra elə oldu ki, Aynur xanım, mən ərə gedəndən sonra yuxular görürdüm, yəni və Niyazinin yanında mənim anam aparmışdı o uşaq vaxtı. Mənə onlar öz xeyir dualarını vermişdilər. Telman Hacıyev, bəstəkarlarımız Namiq Abdullayev, Cəlal Bərkişad, məni efirə onlar çıxartmışdı. Adlara bax. Mən Cəlal Bərkişadın, mən bu yaxında elə bir ki, yol gedirdim. Bir tədbir dedim, bizim Faiq müəllim var, Bakı TV-nin Faiq müəllim. Dedi, Ezə xanım tələsirəm, Cəlal Bərkişadın yubileyidir, 100 illiyi. Dedim, nə Cəlal Bərkişad, məni efirə o çıxardım. Tez gəldim, ağ çiçəyimdən gül götürdüm, gəldim Yazıçılar İttifaqına. Belə məni gördülər. Oturdum dəyirmi stolda. Cahangir müəllim, Cahangir Əsəd mənə söz verdi. Gülü verdim onun həyat yoldaşına. Gətirdim gülü ora. Dedim mən özümə borc bilirəm ki, bura gəlməyimə. Cəlal Bərkişad məni ilk dəfə efirə o çıxardım. Namiq Abdullayevlə mən bu gülü onun həyat yoldaşına verdim. Həyat yoldaşı ağladı. Dedi Cəlal Bərkişad o qədər insanlara yaxşılıq eləyib ki, onları dəvət eləmişik, bura gəlməyiblər. Amma biz sizi dəvət etməmişik. Siz Allah tərəfindən eşitmisiniz, bura gəlmisiniz və mən də Cəlal Bərkişadın sözlərini bir mahnı bəs eləyəcəm. Özümə borc bilirəm. Nəysə, onu da qoydum. Sözlər o qədər genişdi ki, mənim anama deyirdilər ki, "A, bəs deyirdin, o deyir, yol çəkməyə gedəcəksən İsmail, bəs yol çəkməyə gedirdin." Mənə sataşırdılar anama ki, bəs qızın konservatoriya, bəs deyirdin qızın bəstəkardır, bəs deyirdin yuxuları görür sənin qızın. Və mənim bir dənə bizim çiçək olub həyətimizdə, tarzan çiçək var idi. Heç bilmirəm də çiçək hardadır. Çiçək gəlib qapımıza deyir ki, mənim Хорошо temperamenli klavir da baxın, Laduxin, mənim kitablarımı anamdan istəyib, anam ağlaya-ağlaya verib ki, mənim qızımın kitabları və evdə oxumadı, getdi də qoymurdular da məni. Sonra mənim anam sandığı yığışdıranda görüb ki, sandığın arasında mənim məktubum çıxdı. Elza xanım. Məktubum çıxmışdı. Biz kömürlərdi. Məktubda yazmışam. İstəmirəm belə kövrənim, yaxşı sevinç göz yaşıdır. Sonra mən ağladım. Biraz sakitləşim. Sonra mənim anam o məktubu oxuyanda 88-ci ildə Sumqayıt hadisələri olmuşdu. Orada da belə Sovet əsgərləri, hündür səfə Sovet əsgərləri əsayişi güya qoyurdular. Mənim anam mənə rayal aldı, gətirdi. Mənə cehiz. Krasna Oktyabr rayal. Ər evinə. Ər evinə. Anam məni 4-cü mərtəbəyə o rayalı çıxartmaq çox belə çətin məsələ idi. Anam mənə nə hiss elədiniz rayalı ilk mənim dəfə anam görəndə? o rayalı mənə aldı. O vaxt çox baha idi da rayal almaq. Anam gətirdi rayalı mənə. Qapıdan keçirəndə dedi sizə görə ağlayıram. Mənim o vaxtlar elə əzablı, yəni sənətə görə o qədər mənim həsrətli günlərim. Anam gəldi mənə dedi ki, mən sən deyəni elədim. Mən rayalı aldım. Mən rayalı aldım. Əri də getmişdim, Laykalanmanda mənə orada almışdılar. Həyat yoldaşımda, yəni mənə gəlin olduğum dedi ki, mən sən deyəni elədim də, amma sən konservatoriya qəbul olmadın. Və mən ərə gedəndə də mənimlə də böyük, həmin qarma müəllimim var, mənim alim dayım. Babam onu mənim toyuma çağırıb, deyib ki, babam 24 gün içində mənə ərə verirlər. 24 gün içində təsəvvür edirsiniz? Mən də konservatoriya hazırlaşam, bəstəkarlığa. Faiq müəllim də mənə deyib ki, sən Kaynikulda get, yaxşı dincəl, istirahət elə. Sentyabrdan biz qızğın, sən 12 dənə preludiya yazmalısan, bəstələməlisən, Arif müəllim, 14 dənə preludiyan olmalıdır. İndi mən də sentyabrdan gəlmişəm, ərə gedib gəlmişəm. Müəllimi də o vaxt indi ərə gedməyən qızlar seçilməsə də o vaxtı ərə gedəndə bilinirdi qaşından. Qaşından, üzündən bilinirdi. Gördüm Faiq müəllim artıq mənimlə danışır ki, sən biri ritmik olmalıdır, biri biraz kədərli get Qara Qarayevin preludiyalarına, Chopin'in preludiyalarına qulaq as ki, yazmaq üçün qulaq asmalısan. Mən də elə baxıram da, indi deyirəm ki, Faiq müəllim bitirsin, gedim o 43 razmer qaloşları geyinim, ayağıma paltarları geyim də. Evdə mən 15 baş şirfən paltarları kim yuyacaq, kim ütüləyəcək, qabları kim yuyacaq. Təsəvvür edirsiniz, onu gözləyirəm ki, gedim işlər qaldı, yığılır. Evdə də olmayanda işlər daha da çox yığılırdı. Çünki iş çıxa yuyursan qalmır axı. Olmayanda iş yığılırdı, gəlirdi. Çətin olurdu da sənin üçün. Birdən Faiq müəllim mənə baxdı, dedi ki, sən ərə gedimsən? Belə baxdı mənə. Mən dedim ki, hə.
Heç nə demədim elə. Üzünü tutdu, çıxdı getdi. Daha heç mənə demədi ki, hazırlaş. Heç nə demədi mənə. Bildi ki, daha kitab bağlanıb. Nəysə mənim anam mənə royalı gətirib verəndə, həmin o royalı Rus əsgərləri qaldırdı yuxarı. O royalı heç kəs qaldırmaz. Ağır royal idi. 4-cü mərtəbəyə gətirdilər, qoydular. Və yadımdadır ki, evimizdə də kələm dolması var da, Rus yarpaq dolması da var idi, kələm dolması da. Uşaqlar var idi onda? Yox deyirsən, yox, oğlum hələ olmamışdı. Biz o stolun üstünə əsgərlər üçün kələm dolması da qoyduq, yarpaq dolması da qoyduq. Onlar hamısı kapustanı yedilər. Ruslar axı kələmi sevirlər. İnanın bir dənə kələm dolması qalmamış. İndi necə yadımdadır. Həmin hündür əsgərləri də mənim royalımı anam onlara pul vermişdi. Hə, onlar royalı qaldırmışdılar. Nə hiss elədiniz evdar xanım kimliyinizlə bu royalla üz-üzə qalanda? Royal gəldi evə. Elə bil ki, mənim yaradıcılığım elə bil ki, mənim anam çəkiz. Sizin ananızla tanış. Ananız həyatdadır? Bəli. Mən çox istəyirəm o xanımla tanış olum. Bir dəfə Alim Qasımov, mən keçən dəfə sizin verişinizdə Alim müəllimi gördüm. Alim müəllim danışanda o qədər mən onu çox istəyirəm. Elə bir ki, o həyatımız bir də. Birisi nə edirəm? Aynur xanım. Doğrudan da bax bu dahi insanlar var, yəni görkəmli şəxsiyyətlər. Mən elə gəlir ki, onların həyatları hamısı birdir. Bu yaxında bizim Bəstəkarlar İttifaqında Vasif Atgözəlovun 90 illik yubileyi ilə bağlı Bəstəkarlar İttifaqı Firəngiz xanım Əlizadə bizim sədrimiz bir gözəl bir tədbir təşkil eləmişdi və Vasif müəllimin evladları da Yalçın Adgözəlov, Toğrul Adgözəlov gəlmişdilər. Və Vasif müəllimin əsərlərini dinlədik. Yəni ki, 2 dənə operası, Natəvan operası, Ölülər operası, filmlərə Şərikli Çörək, kantatalar, romanslar, mahnılar, Xarı Bülbül, Qarabağ naməsi. Yəni ki, baletdən başqa hər şey yazıb. Baleti də bilirsiniz niyə görə yazmayıb? Görüb ki, Qara Qarayev, Arif Məlikov, Fikrət Əmirov o vaxtda hörmət oldu bəstəkarların bir-birinə. Deyib ki, yazaram və yaxud da ki, fikirləşib bəlkə də yazardı. Ömür fəda verməyib. Yalçın müəllim çıxdı, ön söz söylədi. Mən də baxıram, deyirəm, ay Allah, bu nələr yazıb? Skripka konserti, fortepiano üçün. Yalçın müəllim dedi ki, bu kişi görəsən bunları nə vaxt yazıb? Bizim 3 dənə balaca otağımız var idi. Öz atam deyir, qohumcanlı olub, ailəcanlı, evladcanlı, tələbələrinə vaxt ayırıb. Məşğul olub, amma yaradıcılıqda bunu gecə biz yatırdıq, o deyir, səhərə qədər işləyirdi, sübh açılanda o biraz yatırdı. Bu deyir, kişi bunları nə vaxt yazıb? Bax, mən onda Gövhər xanım Əsənzadə arxada oturmuşum, belə çönürdüm, eynən mənim həyatım, mən bu həyatdayım, mənim yerim yoxdur bəstələməyə, darısqallıqdır, mən elə fikirləşirəm, uşaqlarımı evləndirmişəm, mən indi bəstəkarlığıma vaxt ayırım, daha da mənim yüküm artır, daha da mənim külfətim artır, çünki mən qayğıkeşim, evimiz basırıq, üst-üstə uşaqlar, nəvələrimlə bir yerdə qalmağı, bir yerdə qalırıq, yəni, amma mən daha da çox yazıram, daha da çox bəstələyirəm. Məişət mane ola bilmir. Mənə heç nə mane ola bilmir. Mən konservatoriyanın 2-ci kursunda oxuyanda, bax, biz tez-tez Güzdəyə gedirdik, Alim müəllim rəhmətli anası, atası, Tamilə xanım həmişə biz məşqlərdə olanda Səməd Vurğun küçəsində isti-isti onun yeməklərinə dadmışıq. Tamilə xanım. Tamilə xanımı buradan öpürük. Gecə zəng vurmuşdu Alim müəllimin müsahibəsi çıxanda. Mən də çox sevirəm. Çox kübar xanımdır. Çox, yəni ki, o bizim, yəni ki, bacı kimi həmişə məşq edəndə adam ac qarnına necə məşq edə bilər? Tamilə xanım mətbəxdə dadlı yeməkləri hazırlayırdı masanın üzərində. Yəni Aynur xanım nə etmişəm? Hə, Alim müəllimlə biz məşq edirdik. Yəni mənim o şur üstündə yazdığım mahnı Güzdəydə bir gün bacımla elə Fərqanənin toyu idi. Toy ərəfəsində çox gözümün qarşısında hər şey canlanır. Xarici səfərləri oldu. Hətta gəlinlik paltarı da xaricdən alıb gətirdilər. Allah xoşbəxt eləsin bütün balaları. Yəni demək istəyirəm ki, bu mənim həyat keçdiyim şərəfli bir həyat yoludur da. Yəni mənim balalarım çox xoşbəxt balalardılar ki, belə böyüyüblər, belə dahi sənətkarlarla. Çox böyük şansdır. Hə, yəni ki, orada böyüyüblər. Ali müəllim bizi maşınla evə gətirəndə Biləcərdə qalırdıq. Dedi ki, gedəcəyəm bir anavızı görüm ki, siz necə desən, anavızı görmək istəyirəm. Bəli. Dedi, sizin anavızı görüm, sizin ananız necə adamdır ki, belə qızlar tərbiyələndirib. Siz bacımı da, mənim bacılarım da istedadlıdılar. Yəni ki, hamımız, atam da mənim çox istedadlı olub. Seyidcahan nənəm, yəni ki, çox özür istəyirəm sözünüzü. Bizim nəslimizdə hamı musiqi istedadıyla fitri istedaddır. Oxuya da bilirlər, rəqs edə bilirlər, fitri rəqslər, hər bir alətdə ifa edə bilirlər. Sadəcə elə bir ki, Allah mənə elə bir ki, burada
döyüşçü. Bu sənətdə görə döyüşəsən də, döyüşə bilmirlər onlar bəlkə də. Döyüşmək istəmirlər. Və belə. Ananız çox innovativ düşünən qadın olub. Məsələn, indiki dövrün anaları nə deyir? Əşi getmisən o evdən meydan çıxacaq. Amma bir rayalı alaraq o mesajı vermək ki, qızım, evdə xanımlıq da bayaq dediniz ki, bir sənətdir. Amma bir bəstəkarı qurban vermək lazım deyil idi evdə xanımlığa. Mənə o gecə çox maraqlıdır. Məişət, hamiləsiniz, bəli, orada bişən kələmdə olması, yuyulan qablar və yuyulmamış qablar və evə gələn, gecə gələn rayal. O gecə nə yaşadınız? O rayal bizə gələndə hətta doğrudan da belə qısqanclıq da oldu ki, yəni ki, rayal gəldi. Çünki məni axı ayırmaq, çünki bilirdilər ki, Elza buralıq deyil də, Elza oralıqdır. Yəni ki, axı kim istəyər Elzanı əldən vermək? Başa düşürsüz? Mən onları da qınamıram. Ona bilirdilər ki, bu bizlik deyil. İndi nə isə deyir, oğurlayarsan üstadçılar da nəyinsə düzdür. İndi şükür Allaha ki, 2 evladım oldu, gözəl, yaxşı mənada deyirəm. Və yaxud da ki, mənim qarman müəllimim, dayım da yurfaqda oxuyurdu Rusiyada. Babam təzə gəlib nənəmgilə, biraz qaldı, elə bir həftədir ki, dayım gedib. Bir ay deyil dayım çıxıb gedib. Babam dayıma zəng vurur ki, Şərəfəddin babam. Şərafəddin babamın adı. Alim, gəl Elzanın toyudur. Alim dayımı da evləndirmək istəyirlər, evlənmir. Təsəvvürlə məndən böyük bir dənə böyük bacım var. 2 dənə böyük xalam var, 2 dənə də böyük dayım var. Amma evin yükü azalsın deyə Elzaya gedir. 6-cı balaca uşağı məni elçilər də çox gəlirlər, həddindən artıq gəlirlər. Yəni ona da verməsə də başqasına verəcəkdilər. Çünki artıq 17-16 yaşında haqlayırdı. Bacım məndən böyükdür 2 yaş. Bacıma da çox elçilər gəlir. Anam da artıq bacımı ərə vermək istirdi ki, yəni bəhanə edirdi ki, axı sən get ki, Elza üçün elçi gəlir, Elzanı verim. Bacım da dedi ki, yaxşı, mən getmirəm, Elzanı verin getsin. Mən hələ getmirəm də. Mən də üzü yumşaq tapdılar, ürəyi yumşaq. Məni nə deyirəm, məni bədheybətə də versələr gedəcəydim. O bədheybəti də mən vallahi qəşəngləşdirəcəydim. Nəyə əlin vurursan, qəşəngləşir belə o bir nağıl var, məsələn, nəyə əlin vurursan gözəlləşir. Yəni insan öz əməlləri ilə bir şeyi gözəlləşdirməlidir. Biz gözəllik axtarmamalıyıq. Gözəlliyi özümüz yaratmalıyıq. Bəs evdar xanımlıqdan bəstəkarlığa dönüş necə baş verdi? Çünki deyirsiniz ki, mən boşanmağa pis baxıram. Bilirsiniz necə? Mən heç fikirləşmirdim konservatoriyaya qəbul olacağam. Yəni elə evdə rayalımı görürdüm. Yəni sevinirdim, bəzəmişdim rayalımın üstünü və oğlum anadan oldu, mahnı bəstələdim. 20 yanvar hadisələri oldu, mahnı bəstələdim. Məsələn, yazırdım da, yəni artıq məndə aslı deyildi. Nə qədər işim olsa belə, çox da maraqlı idi ki, uşaqlar da balaca idilər. Mən mahnı bəstələyəndə onlar mən bir oynaq mahnı ifa edəndə onlar səs salırdılar. Amma hələ ki qələmlə nota keçirdim, onlar ikisi də belə cınqırları çıxmırdı. Bilirdilər ki, burada səs salmaq olmaz, anam not yazır. Və onu da indi yəni də gizlindən yazırdım, düzdür, danışmışam mən bunu efirdə. Yəni evdə hamısı mənə icazə verirlər, bir qaynanam qoymurdu. Yəni yoldaşım da razı idi, baldızlarım da, hətta mənə böyük baldızım dəstək olmaq istəyirdi. Qaynanam onu elə təpindi ki, dedi yox da, yəni qaynanam dedi ki, icazə olmaz. Onlar da onun sözünə baxdılar. Yəni bəstəkarlıq olmaz. Yox, mən amma gizlindən yazırdım. Qaynanam işdə olanda, o gələnə qədər yazırdım da. Və özü Rayalı da ifa edəndə axı not yazmaq üçün görək, onun qapağını qaldırasan, pipitrini açasan, o qapağını qaldırmaq üçün orada da anam mənə Tomun belə xrustal qabları, Çexoslovakiyanın qabları, o ağır qabları qoymalıydım o yana. Sonra onu qaldırmalıydım, pipitri açmalıydım və qapı döyüləndə də mən onu elə ifa eləməliydim ki, bayıra səs getməsin ki, qaynanam gəlib eşitməsin. Qorxurdum. O qapı döyüləndə tez mən uşaqları keçirdim o bir otağa, notu gizlədirdim. Örtürdüm, qabları yığırdım, gəlirdim, oldum Zoluşka. Yeməyi gətir, paltar yığ. Bir də gözləyirdim ki, nə vaxt evdə tək olaram, mən yaradıcılığımın yəni ki, davam edəcəyəm. Və hətta bir dəfə demirəm, belə gəldim qapıdan ki, görüm birdən gəlir, gəldim, görüm əlim qoyub zəngə, qulaq asır ki, görüm mən pianino çalmıram. Mən gördüm ki, o qulaq asır, qoyub belə, bəlkə də 10 dəqiqə gəlib qulaq asır qapıdan. İnandırım sizə, Allaha and olsun. Hələ ili çıxmayıb, Allah rəhmət eləsin, rəhmətə getdi. Yəni mən bunları yazandan sonra mənim qaynım evləndi. Mənim qaynım arvadı ilə mən bir evdə demək olar 2 ilə yaxın qalmalı olduq. Və mənim qaynım arvadı da, o da həkimliyə hazırlaşırdı, Leçvaka.
Və o da mənim günümdəki kimi təsirini o da mənim kimi belə necə deyirlər də. Ər evində alır. Bunu da bişirmişdilər ya da bu da həkimliyindən yarımçıq qalmışdı. Amma bu da deyirdi heç olmasa mən medinstituta da girməsəm texnikuma qəbul olum da. Leçvaka o vaxt texnikuma qəbul olmaq da leçvakına çətin idi qəbul olmaq. Bu da oxumalıdır da bunu. Yenə də qaynanamız da qoymur da oxumağa. Kitab götürməyin əlinizə, iş görün. Mən buna dedim ki, adı o analar, o qaynanalar. Hə, mən də İlhamiyə dedim ki, yox, amma qaynanam mənə deyirdi ki, sən əsərlərimi ver, mənim qızım getsin. Mən onun qızı ilə musiqi bir oxuyurdum. Deyirdi, o getsin, mən qısqanıram da səni, onun qaynanası qısqanmır. Sənin əsərlərimin adından mənim qızım getsin konservatoriyanı oxusun. İnanırsınız, bunu da mənə dedi, hə. Onu mənə deyəndə daha mən nə haralara getdim də. Verməmisiz də amma. Yox. Hə, nədir? Deyirdi, mən səni qısqanıram. Nəysə, nə etmək istəyirəm? Mən qaynım arvadıma dedim ki, onda sən belə elə də, sən qaynanamızın yanında yoldaşıva çay ver. Yəni ki, amma kitab oxumaq, qaynana evdə olmayanda yoldaşıva mən baxıram. Sən iş ver, hamısını mən görəcəm. Nə yaxşı qadın olub. Hə? Nə yaxşı qadın olub o. Qaynınızın yoldaşı da. Yox, mən qaynımın yoldaşına deyirəm ki, sən oxu, mən sənin işini görürəm. Hə, İlhamidir. Hələ ki, mən heç konservatoriya arzusundayam, amma düşünmürəm ki, mən fikirləşirəm ki, daha mənimki mənlik deyil də, mən daha ailəliyəm. Mən amma arzu edirdim ki, konservatoriyanı oxuyum, gəlim musiqi müəllimə işləyim, nəzəriyyə müəlliməsi. Heç ağlıma keçmirdi ki, mən bəstəkarlar, mən deyirəm bəstəkarlığı oxuyum, gəlim Faiq müəllim kimi müəllim olum da, belə arzum bu idi mənim. Mən İlhamiyə dedim ki, İlhamiyə, mən sənin işini görəcəyəm də, yəni gördüm ki, o oxuyur da. Dedim, bax sən yemək istəyirsən, mən səni yemək evi gətirirəm, yoldaşıva da mən baxıram. Amma sən oxuyur, qaynana gələndə, yəni sən iş görəndə daha indi elə göstərməlisən də özünü. Bu hazırlaşdı, mən bunun paltarını mən yudum, paltarını mən ütülədim. Yoldaşı gələndə yorğun olsam da belə, o İlhamiyə dərs oxuyanda onun çayını, yeməyini, çörəyini mən verdim. Hamısını mən edirdim. Bunların paltarlarını da mən yuyurdum, ütülüyürdüm, hər şeyini, yerlərinə qədər mən yığırdım. Bu hazırlaşdı, getdi, qəbul oldu. Qəbul oldu. Timur Universitetinə. Biləndə ki, amma bunun yoldaşı qoruyur da yoldaşını. Deyirdi ki, mən istəyirəm, mənim həyat yoldaşım, qaynanam da bildi ki, bu qəbul olub. Bu da aptekdə işləyirdi, əczaçılıqda, əczaxanada. İndi belə bir deyim var da, nə tökərsən qarşıva, o çıxar qaşığıva. Mən ağlıma gəlməzdi ki, mən nə vaxtsa evdən çıxaram, məni yoldaşım özü məni evdən çıxartdı ki, gedək ayrı qalaq. Bu möcüzə oldu. Və mənim nənəm rəhmətə getdi. Allah ölənlərə rəhmət eləsin. Nənəm rəhmətə gedəndə mən nənəmin yas məclislərinə gələndə bəstələrimi mənim dayım götürdü, məni apardı Arif Məlikovun yanına, gizlindən. İcazəsiz getmədi. Görürsən, bir məsələ var, deyirlər ki, heç vaxt heç kəsi qorumayın. Kim nə istəyirsə iki daşın arasında da olsa onu edəcək. Bəli. Hə, qorxu boş şeydir. İnsan görək ürəyində istəməsin. Kimisə qorxuzur sana, səni yox. İnsan ürəyi nə istəyir, onu istəyir nə olur olsa iki daşın arasında da edəcək. Mən getdim Arif müəllimin yanına əsərlərimizi göstərəndə Arif müəllim dedi ki, bəli, əvvəla hələ gizlindən arada mən müəllimə işləyirdim, musiqi məktəbində müəllimə işləyirdim. Çıxanda dərsdən gəlib Faiq müəllimə əsərlərimi göstərirdim. Faiq müəllim deyirdi mənə, ay Ezan, yoldaşım bilər, gələr birdən əsəbləşər. Artıq gördüm ki, mənim qaynım arvadı qəbul oldu. Yol açıldı. Mən elə ki, biraz gördüm ki, yox, mən pis iş görmürəm. Mənim heç kəsdən qorxmağa bir səbəbim yoxdur. Yəni ki, mən cəsarət verdi. Mən dedim ki, mən düz yoldayam da və gördüm ki, hamı öz istədiyini eləyir. Hamı öz istədiyini eləyir. Hətta belə səhv eləyirlər. Misal üçün, mən niyə düz yolla qalmalıyam ki? Hamı istəyəndə anasının evinə də gəlir, gedir. Aylarla anasının evdə qalırlar da, günlərlə. Mən anam evinə getmirəm. Mən əsərlərimi gətirdim, müəllimə göstərdim gizlindən. Hə, pis başa düşərdilər ki, kişi xeylağı ilə görüşə gedib sanki elə baxımdan. Texnikumda gəlirəm, müəllimə göstərirəm əsərlərimi, baxır, göstərirdim də sinifdə tələbələrin yanında, heç nə siniflər. Dedim, Faiq müəllim, buna baxın, bir qaçırdım, gedirdim. Təsəvvürlə mən onu, indi heç kəs onu deməmişəm. Getdim, əsərlərimi yazdım, evdə də yazırdım və Faiq müəllimi bir dəfə gətirdim, göstərdim. Hər dəfə yox, bir dəfə, iki dəfə göstərdim, baxdı əsərlərimə ki, mən bunu axır düz yazmışam. Və o dedi ki, nə olsun mən baxdım. Arif müəllimə də göstərməlisən.
Dedim ay Allah, mən Arif müəllimə necə gedim göstərim? İndi bura gəlmişəm, ora gedə bilmərəm axı. Bakıya. Harda gedirəm? Məni maşınla aparırlar, maşınla gətirirlər yoldaşım. Elə oldu ki, nənəmin Qara bayramı oldu, Qara bayramı. Anam gillə məni tək buraxdı. Dedi ki, anan gilə ged gəl. Təsəvvür edirsən maşında. Anam gilə gələndə dayım məni apardı, Arif müəllimə də göstərdim. Arif müəllim məni tərifləyəndən sonra daha həvəsləndim. Daha belə cəsarətləndim ki, yox. Dedi ki, sənədlərimi hazırla gətir. Gizlindən sənədlərimi hazırladım. Verdim konservatoriyaya. İndi vermişəm konservatoriyaya. Heç kəs bilmir. Nə evdə yoldaşım bilir. Heç kəs sənədlərimi vermişəm konservatoriyanın bəstəkarlığına. Cürətlənmişəm. Qaynım arvadından sonra cürətlənmişəm. Biraz paxıllıq da var idi. Yo, paxıllıq yox. Yaxşı paxıllıq. Heç paxıllıq yox idi, əksinə. Sadəcə elə pis paxıllıq ola bilməz, çünki siz dəstək olmusunuz ona. Əksinə mən heç paxıllıq məndə yoxdur. Məndə bilirsən necə? Elə bir ki, biraz cəsarətlənmişəm də. Ki mən də eləyəcəm. Cəsarətlənmişəm ki, bunu mən gedim görüm haracan gedə bilirəm də. Gedim görüm haracan gedə bilirəm. Elə bir ki, Allah məni aparır, bilmirəm. İndi sənədlərimi vermişəm, imtahan yaxınlaşır. İmtahana mən necə gedəcəyəm? Deyirəm verim də sənədlərimi. Bilirsən nə demişəm? Deyirəm sənədlərimi elə-belə verirəm. Nə olar olar. Nə olar olar da vermişəm. Elə bir ki, Allaha deyirəm, yuxuda da görürəm bu sarı belə avtobuslar var, uzun belə qarmoşka avtobuslar. Keçirəm ona 145 avtobus var idi. Onunla keçirəm konservatoriyanın yanına, baxıram, ağlayıram, yuxuda ağlayıram ki, konservatoriyaya keçmək istəyirəm. İndi sənədlərimi də qəbul vermişəm, indi imtahan gəlir. Biz nə qədər qaldı imtahana? Bir 10-15 gün. Bəlkə də bir həftə 10 gün qalıb. Bir həftə 10 gün qalıb imtahanlara. Yuxular da qarışıb ki, necə gedəcəm? Yuxular qarışıb, belə. Bilirəm ki, daha keçməyəcəm bu ildə də. Görüm nə olur. Evdə belə bir hadisə oldu ki, yəni qaynanam tərəfindən. Çox böyük bir, yəni ki, dava oldu. Qaynanamın etdi. Sizlə? Həm də nəsə bizi ilə. Onu danışmıram. Allah rəhmət eləsin. Yoldaşım da hazırlaşırdıq Moskvaya getsin işləməyə. Qardaşının yanına orada. Qardaşı orada işləyirdi nəsə. Orada tanış var idi. Dedi gedək orada işləyək. O da gəldi düşdü üst-üstə. Dedi ki, mən tək qala bilməzsəm burada. Anam öldürər. Nəsə də anan sizə qarşı indi yola getməzsiniz. Öldürər bizi, düz deyil. Həm mən aparıb səni qoyum anan gilə. Qaynanam da dedi ki, yox, çıxacaqsa cehizlərinlə çıxacaq. Yox, mən dedim ki, çıxıram cehizlərimi yığım otağa, rayalımız adımı bağlayaq, sonra gələrik də. Dedi, yox, çıxırsınızsa cehizlərini çıxartmalıdır bu evdən. Mən də elə çıxdıq cehizlər ki, gedək ayrı qalaq. Gətirdi məni anam yerə 2 uşaqla təhvil verdi ki, mən gedirəm Moskvaya, işləyim, gəlim ev alım, bir yerdə qalarıq. O da elə oldu ki, heç mən konservatoriya hələ heç ona da deməmişdim. Konservatoriyaya qəbul olmağımı, yəni ki, hələ sənədlərimi verməyi. O da heç getdi. Qalmadı orada, gəldi elə öz evlərinə də belə. İmtahan günü elə bil sizə o necə deyim? Siz ananızgilə getdiniz və imtahan günü ananızgildən getdiniz imtahana. Bəli, imtahan günü anamgildən getdim. Və o vaxt da testin ilk çıxan ili idi. Və orada da o zaman bir neçə universitetə qəbul ola bilərdin. Qəbul olsan oxuya bilərdin. Elə bir qərar var idi. Mən elə bir yüksək bal toplamışdım ki, mən 3 dənə ali məktəbə qəbul olmuşdum. Mənim ballarım. Təsəvvür edirsiniz? Nə hiss elədiniz o gün? Qəbul xəbərini alanda. Heç kəs inanmırdı mənə. Mən daha doğrusu konservatoriyadan kəsildim. Necə? Bəstəkarlıqdan yox ha, 4-cü imtahan yazılı diktantdan. Gecikmişdim imtahana. İmtahana gecikmişdim, gəlməmişdim. Sonra imtahana gecikib gəlməmək olar, qəbul imtahanına. O da bacım Rasimə məni gecikdirmişdi. Dedim ki, sabah imtahandır. Dedi, yox, sabah imtahan deyil, birisi gündür. Elə bir yenə də yuxuda yatdım, qaynanamı gördüm. Durdum, dedim, ay Allah, bu nə məsələdir? Sən vurdun, bir Fərqanə var idi bizdə, elə sən oxşayırdı, Fərqanə Alagöz qızı idi. Fərqanə də mənə o nəzəriyyəyə, mən də bəstəkarlığa. Sən vurdum ki, Fərqanə evlərinə, qız anası dedi ki, Fərqanə imtahandadır. Bildim ki, mən imtahana gecikmişəm. Biləcərində mindim taksiyə. O Sumqayıtdan gəlirdi. Bilmədim ki, ora necə çatdım konservatoriyaya. Gəldim, gördüm, rəhmətli Xanlar müəllim var idi. Dedi, ay qızım, gecikmisən də. Bir dənə Gövhər xanım var idi. O istəyirdi məni kəssin. Dedi, gecikib, kəsək. Xanlar müəllim dedi ki, yox, 2 evladı var da, gecikib, bundan ayrı götürək imtahan. Mən də bilet çəkdim, 14 xanəli, 3 səsli diktant. 14 xanəli, 3 səsli diktant.
Bilirsən necədir bu? O birislərə düşüb 8 xanəli 2 səsli diktant. Mənə düşüb 14 xanəli 3 səsli. Mənə 3 də yaza bilərdi. Əslində yazmalıydılar. Çünki bəstəkarlıqdan əgər Amma sənin yazmadı. bəstəkarlıq qabiliyyətin varsa, o bir imtahanlardan səni 3-3 yazıb keçirtməlidirlər. Çünki hər adam bəstəkarlıq bilmir axı. Mən də bəstəkarlıqdan almışam 5. Təsəvvür edirsən 5-ə cavab vermişəm. Düzdür 4 yazıblar mənə. Çünki 7 ildən sonra gəlmişəm, girən kimi imtahana mənə elə bir sual verdilər ki, özümü itirdim. Kollokviumdan bir sual verdilər. Kollokviumda bilirsiniz nədir? Məsəl üçün deyirlər ki, konservatoriyanın pilləkənləri neçə dənədir? Üzeyir Hacıbəyli heykəlində hansı ayağın üstünə qoyub, qələmi hansı əlində tutub, hansı əlini belə bunları kollokvium bu deməkdir. Sənə məsələn girdin bu kafedraya, burada neçə dənə məsələn bu kabinetdə neçə dənə əsər var idi. Məsələn belə suallar, kollokvium o deməkdir. Mənə də elə bir sual verdilər, mən özümü itirdim. Çaşdım. Sonra çıxanda imtahandan bəstəkarlıqdan mən Kəmaliyə dedim ki, laborantka var idi. Dedim Kəmali xanım, orada niyə mənə imtahanın qiymətini dedim, orada gecdən bəs dedi, orada mübahisə gedir. Kimsə sənə 5 yazmaq istəyir, kimsə 4 yazmaq istəyir. Çünki imtahana sən daxil olanda əsərə 5 yazmaq istəyirlər. Suala yaxşı bir dənə sual veriblər girən kimi. Çaşmısan, ona görə istəyirlər səni 4 yazsınlar. Elza xanım, demək mən sizi araşdıranda, yəni müsahibələrinizə baxıb ümumi bir fikir formalaşdırmaq üçün özümdə Ulfira xanımla olan müsahibənizə baxdım. Orada sonda ən son yazdığınız şeiri soruşurlar. Siz şeiri oxumağa başlayırsınız və şeiri səssiz verirlər. Mən araşdırdım ki, o şeir səhv etmirəmsə bu şeirdir. Giclər danışır, biclər susur şeirini siz oxumusunuz və onu susturublar. Mən də podkastəram, mən də müsahibə alıram. Bizim də xoşumuza nəsə gəlməsə kəsirik. Niyə görə verilişdə saxlayıblar, amma səsi kəsiblər sizcə? Deyir, siz necə siz mənə bir sual verdiniz ki, siz özünüzə çox hörmət edirsiniz. Onlar özlərinə çox hörmət edənlərdilər, qarşılarındakına amma çox hörmətsiz yanaşanlardılar. Çünki niyə görə? Bax, indi verilişlər əvvəla o verilişdə mənə çox yersiz suallar verildi. Gözləmədiyim. Orada mənə sual verilir ki, deyirlər ki, siz hara gedirsiniz? Hədiyyə istəyirsiniz. Hədiyyə istəyirsiniz. Özdə belə Bəli. Siz demir, sən deyir Ulfira xanım. Hədiyyə yanında sənin belə bir tər kəntoy bir sual verdi. Mənim tamaşaçıları çox əsəbləşdirmişdi. Siz ora niyə gedirsiniz ki, o da sizə o sualı verir. Əvvəla mən elə hədiyyə üçün doğulmuşam. Mən elə həmişə mən buna layiqəm də. Əslində zəhmətinizin qarşılığını istəyirsiniz. Bu çox normaldır. O bizim qonorarımızdır. Birincisi, yəni ki, hədiyyə necə istəyirik? Məni dəvət edirlər verilişə. Deyirlər ki, gəlin. Mənim köməkçilərim deyir ki, qonorar nə olacaq? Deyir, bu qədər. Və yaxud da bizi belə alışdırır. Deyir, qonorarımız yoxdur, bizim sponsorlarımız var. Bu sponsorumuz var, bu sponsorumuz var. O sponsorlardan, yəni bu qonorar dəyərində biz sizə bu əşyaları verəcəyik. O qədər olub ki, belə, yəni hamımızın həyatında olur da belə. Bu hər şey olub, zinət əşyası da olub, yəni evə gətirdiyin mebel əşyaları da olub, xalı xalça da olub. Sual düzgün səfər də olub, Türkiyə səfər də olub, yəni tur bileti. Bəli. Pulun əvəzində barter. Amma o sualı yenə də deyirəm, çox necə deyirlər, özünə hörmət etmiş kimi verdi. Yəni insan özünə hörmət yox, elə eləməlidir ki, insanlar ona hörmət qoysunlar, özünü elə aparmalıdır ki, qarşıdakılar. Mən bəzən tədbirlərə gedirəm, toylara gedirəm. Məsələn, o da olur ki, məsələn, toyun sonuna yaxınlaşıram, deyirlər, Elza xanım, filan müğənni gəldi. Məsələn, içəridə məsələn artıq bu insanlar üzrəm toyda indi insan yeyər içəridə, yəni içki ilə haldadılar. Filan müğənnini saxladılar və yaxud da ki, dedilər ki, oxumasın, bizim öz sifarişlərimiz var və yaxud da ki, kobudluq elədilər. İndi mən də axı gəlmişəm, mən də bilirəm ki, mən də oxumasam, mənim qonorarım oxuyub getməsəm, gec gəlmişəm, qonorarım, maaşım, yəni ki, mən də danışıb pulumu da yəni almalıyam axı, mən də öz qonorarımı. Həm də ona görə də yox, belə baxıram. Mən zala daxil olan kimi həmin o insanlar inanırsa ayılıblar, məni görən kimi. Və sual vermişəm özümə. Yəni hətta kişi müğənni olub, kişi müğənni onlarla bacarmayıb. Kişi müğənniyə qarşı kobudluq göstəriblər. Mən qadın olaraq mən zala daxil olanda onlar məni görüblər sanki ayılırlar. Elza xanım heç nə deməyiblər. Dayanıblar, mən oxumuşam və mən oxuyub gedəndən sonra onlar öz işlərinə davam ediblər. Və yaxud da ki, mən bir yerə əgər gedirəmsə, bəyəm mən niyə tək getməliyəm ki? Mənim yanımda sürücüm olur, köməkçim olur,
prodüserim olur, mənim indiki kimi də SMM-çilər çıxıblar. Ən azı bir 5-6 nəfər adam yanında adam aparır, düzdür? Bəli, bəli. Mən bəyəm gedəndə mən oturmalıyam, mən çay içməliyəm, onlar çay içməməlidirlər və yaxud da yemək yeməməlidirlər. Mən birinci loxmanı, tikəni ağzıma aparan kimi mən birinci fikirləşirəm, elə bir tikəni ağzıma aparan ayılıram. Deyim, baxım görüm, bura gəl, otur yanında. O birinci yeyir, sonra mən o loxmanı ağzıma və yaxud da o gəlib bu masamda oturmamalıdır. Çağırıram oradan toy gəsini və yaxud da ki, məclis gəsini və yaxud da ki, ofisiantı. Xahiş edirəm, mənim orada işçimi görürsə, onu aparın orada oturtdurun, ona bunu verin. Heç onun xəbəri olmur. Deyirəm onu, mən yeməyəcəm, onu xahiş edirəm, yedizdirin. Çünki səhərdən iş başındadır, acıdır o. İnsanın qarnı tox olmalıdır ki, işi də yaxşı olmalıdır. Bəs o verilişdə səslənən, səsinizin kəsildiyi o hissə, ümumiyyətlə səsi kəsilməli olan şeir idi. Olar ki, məsələn, mənə o şeiri axtardım, tapa bilmədim. O necə bir şeirdir ki, səsi kəsiblər? Biz kəsməyəcəyik. Ola bilsin mən o şeiri elə onun özünə oxumuşdum. Ola bilsin şeir ona aid olmuşdu, o aparıcıya özünə götürüb deyənə. Onlar oxuyasınız, mənə maraqlı. İndi bu dəqiqə bilmirəm, o yeni kitabım çıxır Aynur xanım, orada olar. Bir də bilirsiniz nəyi deyirəm? Çox bir qəribə bir ənənə yaranıb ki, efirlərə bizi dəvət eləyirlər. Mən otururam, ağıllı danışıram, bir ağıllı. Çıxıram bayıra görürəm, heç bir səsimi verməyiblər. Amma bu ki, o üzr istəyirəm, tərbiyədən başqa hər şey var o bəzi çıxanlarda. Onların çox maraqlı səslərini heç kəsmirlər, hamısını efirə verirlər. Anasını döyən, arvadından küsən, ərini dəyişən, üzr istəyirəm, uşaq oğrusu, üzr istəyirəm, kimin ailəsini dağıdanlar, hamını efirə verirlər. Amma ağıllı danışanları deyirəm ki, niyə kəsə? Orada deyir, kəsdər ki, efirə belə şeylər olmaz. Deyirəm, biz nə danışırıq? Ben bunu danışıram da orada. Sual versə adam kimi danışıram. Niyə bizim səsimizi kəsirsiniz ki? Bunlar deyirlər ki, ağıllı danışanları bəzi verilişlər efirə vermirlər. Ya üzr istəyirəm. Bilərək eləyir, hə? Televiziya bunu. Elə bil ki, bilərəkdən bunu, kimsə bunu edir ki, bizim Azərbaycan xalqımızı mənim başım çıxmır. Bax, bu yaxında mənə bir jurnalist evdə oturmuşam, sual verir ki, Eza xanım, Yerevanla Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, yəni ki, dərinləşə bilər. Yəni gələcəkdə, yəni ki, əvvəlki kimi konsertlər olsa, yəni onlar burada, siz orada konsert verməyi düşünürsünüzmü? Belə bir şey ola bilərmi? İndi mən Elza kimi cavab vermişəm. Yəni ki, özüm kimi deyirəm, əlbəttə ki, mən konsertə hazırlaşıram. Mən ora açıq havada Qarabağ Azərbaycandır adı altında solo konsertə hazırlaşıram və konsertdə yeri gəlmişkən sevilən şeirlərindən əşyalarım, tikim, sapım şeirlərimi də səsləndirəcəm. İndi mən jurnalistə çox məntiqlə də cavab vermişəm. Özü vətənpərvər cavab vermişəm də. Ağlım var da mənim. Bunu isə o bəzi dedim şeiri səsləndirdim. Bığım bığdır bilirsən kişi, səndə yoxdur kişinin işi, o bığın səndə nə işi? Bəzi o bığlılar yığılırlar, Elzanı müzakirə edirlər ki, hə Elza Qarabağ Azərbaycandır çəkmirlər adını. Deyirlər Elza gedir Yerevana şeirlərinin konsertini verməyə. Özlərinə gör necə yazıldılar ki, bunlar o Baba Pünhanın sözlərindəki yazıq insan. Necə bunlar tükəniblər ki, məni pisləməklər özlərinə gündəm qazanırlar da bunlar. Deyirlər ki, şeirləri ilə gedir bu Yerevana. Amma Yerevan saytları yazdılar ki, Azərbaycan, yəni Seyid Cahan Yerevana Qarabağ Azərbaycandır konserti verməyə hazırlaşır. Yerevan bunu verir saytlarında. Göstərərəm sizə. Bizdə belə, onlarda belə. Dedilər ki, o həmişə şeir də yazır, o şeirlərini də səsləndirəcək. Bizimkilər deyirəm ki, ermənidən də bətərmişlər. Ermənidə hətta gördüm ki, yəni ki, insaf var. Yəni insaf yox, bunu yazmaqda mən o erməniyə çox sağ ol deyirəm ki, mənim şüarımız Qarabağ Azərbaycandır şüarını bəlkə də səsləndirib, bəlkə də onu orada səsləndirdiyi üçün, bəlkə də o onu orada səsləndirdiyi üçün onu tənbih eləyərlər. Onu deyirlər ki, onu niyə səsləndirmirsən? Kimlərsə bir daha əsəbləşirlər ki, hansı şüarı səsləndirir. Mən də elə dedim ki, onlar səsləndirsinlər. Amma o bəzi o dırnaq içərisində bığlı kişi mənim əsas sözümün məğzini qoyub şeirlərimin üstünə elə bilir ki, bu məni şeirlərimlə utandıra biləcək. Halbuki mən şeirlərimlə fəxr edirəm. Və yaxud da ki, dediniz, indi o adını çəkdiniz, istəmirəm o adı da çəkim ki, verilişində mənim o gicilər danışır, bicilər yazır şeirimin. Heç mən o verilişə baxmamışam, bilmirəm, heç səsim alınıb orada, alınmayıb. Amma mən fəxr edirəm ki, gör mənim xalqımız məni nə qədər çox sevir ki, o verilişə baxıblar və mənə görə nə qədər də haqsız olduqlarının onların, onun ki, yəni o mənim təklikdə qulağıma
gözəl, sən dahisən, sən təbii gözəlsən. Çünki öz bütün günü Kameralar önündə deyəsən jurnalistlər başqa cür olur. kamera arxasında önündə onlar başqa onlar cür tamam olur. başqa. Kameradan arxada pis elə, "Oy Elza xanım, siz dahisiz, siz nə gözəlsiniz." Kameranın önünə gələndə mənə elə suallar verirlər ki, mən də biz necə afiristliyi bacarmıram bir sözlə. Deyirlər ki, Elza Sonra xanım, deyirlər emosionaldır siz Elza xanım. diplomatik olun. Diplomatik yox, mən afirist, üzr istəyirəm, mən tərbiyəsiz ola bilmərəm. Mənim tərbiyəm var. Diplomatik başqa bir söhbətdir. Sən gəlirsən, məni otuzdurursan burada, məni sən elə sual verirsən ki, sən bilmirsən, yəni ki, o Durna ilə Türkünün təmsili var. Durna gedir Türkünün evinə, durur, bardağı qoyur ona. Axı oxumuşuq da, sən məni nə sayırsan ki, sən məni yalvara-yalvara verilişə gətirirsən, sonra gətirirsən mənə o sualı verirsən. Ona görə mən axır zamanlar, yəni bu belə qərara gəlmişəm ki, bizim elə maşallah gələcəyimiz qarşıdadır. Verilişlərə getmirəm. Yəni lap elə aparıcılar var ki, onlar mənim əzizimdir, çox istəyirəm onları. Amma verilişə gedəndə veriliş qarşısında onlar başqa cür olurlar da. Mən onların ad günlərinə də gedirəm, dostluq da eləyirəm. Verilişinə getmirəm. Çünki meymunun deyir, suda batanda balasını ayağının altına basır, öldürür. Onlar sponsorlarına görə əqidələrin də bəziləri, onlar öz şəxsiyyətlərin də bəziləri, onlar öz həyatlarını da satmadıqları bir şey qalmayıb. Vətənlərini də satırlar bugünkü gündə. Musiqisini də, incəsənətini satan vətənini satır. Biz 30 ildən sonra torpaqlarımızı aldıq, amma musiqimizi satandan sonra onu geri ala bilməyəcəyik. Çünki daha Üzeyir Hacıbəyovlar, Qara Qarayevlər, Şestakoviçlər, Üzeyir Hacıbəyev Zeydimanlara pul verib Azərbaycana gətizdirdi. O bizim bəstəkarlar, Vasif Adgözəlovlar, Arif Məlikovlar, Tofiq Quliyevlər doğulmayacaqlar. Onlar doğulması üçün biz yenidən Sovetlər Birliyi ilə birləşək, Şestakoviç məktəbi ilə birləşək, Avropa, Beethoven, Bach, Mozart, Stravinsky, Ravel, Debussy, onlarla bizi Qara Qarayev deyəndə, Üzeyir Hacıbəyev deyəndə biz uşaqlarımız onu tanır. Oqtay Sülfüqarovun bu yaxındadır, mən onu dedim. Bugünkü gündə bizim kanallarda bəzi aparıcılar bizim Azərbaycanımıza çox böyük bir ziyan vururlar. Çox böyük ziyan vururlar. Mən elə gəlir ki, bu aparıcı kimdir? Ay Elza xanım, kanal rəhbərləri rəhbərlik edir bunu. Kimdir ki, aparıcı televiziya kanalında? Yox, kanal rəhbərliyindən deyil. Kanal rəhbərliyi deyil. Üzr istəyirəm. Bilirsiniz necə? Mən bu verilişdə aparıramsa verilişi, öz adıma aparıram verilişi, düzdür? Kanal rəhbəri onlara deyir ki, misal üçün reytinq olsun da kanallarda, hə? Reytinq onlar ağılla göstərə bilmədikləri üçün ağılsızlıqla göstərirlər. Orada çığıranın səsini almırlar. Çığıranın səsini, qışqıranın səsini almırlar. Efirə verirlər. Biz ağıllı danışırıq və bizi kimilər ağıllı danışırlar. Onların səsini alırlar. Onda bilərək olur da cəmiyyətin səviyyəsini korlamaq üçün. Bilə istəyərək bunu edirlər cəmiyyətə. Biz də efirlərə biz nəyə görə gedirik? Biz getməyəndə cəmaət bizdən küsür, inciyir. Deyir, Elza xanım, axı biz sizi gözləyirik. Biz baxırıq sizə. Niyə efirə çıxmırsınız? Deyirəm, axı məni dostum, canım, evimdə olan, çörək kəsdiyim aparıcı. Can deyir, məni efirənə gətirir. Efirimə gəlirəm, görürəm ki, orada məncə ssenari qurub. Necə bir ssenari? Ssenari qurub. Gəlirəm efirə görürəm, atan gəlib, atamın səsini çıxardılar efirə. Məni də qulağıma pıçıldayırlar ki, sən burada rol oynayırsan ki, atovu tanıdın. Deyirəm, mən absolut ustaqam, bilmirəm ki, o mənim atamın səsi deyil. O Fikret Əmirov yazıb, Sevir operasında. Bağlaş Aton gəldi, ölünün paltarını giyindirirlər Bağlaşın atasına. Belə bir, siz necə? Reytinqə görə bunlar özlərini, yəni ki, bu qədərmi, onsuz da, valla, bir bağımız var, bir evimiz var, vaxt tapıb bağımızda, evimizdə doyunca qala bilmirik. Əvvəllər bir dənə ev var idi, bağımız da o idi, dağımız da o idi, evimiz də, qışlığımız da, yazımız da, yayımız da, payızımız da o idi. İndi mən ev qalır orada, mənə vaxtım olmur ki, evimə gedim. Bağıma gedəndə deyirəm, ay Allah, mən gəldim bağda bir 3 gün, 5 gün qaldım. Kənddə evimiz var, mən oraya gedə bilmirəm, həsrətəm. Benim gözünüz doymur bu bağ, ev, maşın almaqdan. Bunlara görə eləmirsiniz bunu. Siz pula görə eləyirsiniz də. Pul nə deməkdir? Yaddan çıxıb, evləriniz də yaddan çıxıb. Deyir, adamsız evlər ağlayır, ərsiz arvadlar kimi, atamsız anam ağlayır, süzəmər uşaqlar kimi. Mən bunu ona görə yazıram da. Adamsız evlər ağlayır, ərsiz arvadlar kimi. Valla, adamsız evlər ərsiz arvadlardan yaxşıdırlar. Yəni, ərsiz arvad gedir o bir qadın klubunda bir vaxtını keçirdir, bir deyir, gülür. Bu adamsız evlər nə eləsin? Adamsız evlər qışqırırlar, aboylar sökülür, köhnəlir. Bir ay evə getmirsən, gəlirsən, görürsən krantlar ucu pas atıb, onu dəyişdirirsən.
Yəni ki, bu qədər dünya malı bizim Azərbaycan incəsənətimizdən sizə dəyərlidir. Azərbaycan incəsənəti dövlətimiz qoruyur, Xarı Bülbül festivalı edir. Bugünkü gündə antologiyalar, bəstəkarların antologiyaları Nəsimi ili elan olunur, Nizami ili elan, Vaqif Molla Pənah Vaqif ili, Vaqif poeziya günləri, Şuşa festivalı, Xarı Bülbül festivalı, Qəbələdə İpək Yolu festivalı neçə illər keçirilir. Bəstəkarlar İttifaqında bu gün Tofiq Bakıxanovun yaradıcılıq yubileyi ilə bağlı 95 illiyi ilə bağlı Rafiq Mustafazadənin dövlətimiz də edilir. Və demək istəyirəm ki, amma ki bu bəzi verilişlər hər şeyi alt-üst eləyirlər, insanların ağlını çaşdırırlar, tərbiyəsini pozurlar. Uşaqlar hamısı elə bilirlər ki, elə nə oldu, o orada elə danışdı, mən də gedim bir-iki dənə kompüterdə süni intellektlə mahnı eləyim, gəlim çıxıb efirə, mənim pulum olacaq, maşınım olacaq, hər şeyim olacaq. Ona görə tərbiyə zat əldən, mədəniyyət, incəsənət əldən getmək üzərədir. Yəqin ki, belə davam etməz. Çünki biz Azərbaycanda yaşayırıq, bizim dövlətimiz bilirsiniz necə? Əgər bugünkü gündə dövlətimizin həvalə etdiyi, inandığı məmurlar əgər səhv iş görürlərsə, onlar illər keçsə də onların etdiyi işin cəzasını alırlarsa, necə ki, cənab prezidentimiz deyib ki, yoldaş məmurlar, sizin xalqdan bir dənə fərqiniz var. Onlara xidmət etməyiniz. Bir dənə statusu sizi fərqləndirir. Ona görə biz Mədəniyyət Nazirliyini nəzərdə tutursunuz. Yox, bizim dövlətimiz sərbəstçilik verib, Mədəniyyət Nazirliyinin əslində Mədəniyyət Nazirliyini mən həmişə qoruyuram. Ay balam, restoranda illərlə oxuyan biri, restoranda oxuyub 60 yaşı olacaq, restoranda oxuyub pul qazanıb. Gəlib Mədəniyyət Nazirliyindən ad istəyir. Deyir ki, Mədəniyyət Nazirliyi, niyə sən tədbirə salmırsan? Buna cürətə baxırsan. Sən bütün günü gəlmirsən, restoranın diskotekalarında oxumusan, toylarda diskotekada oxumusan. Gəlib elə deyir, sən niyə deyir, məni ora göndərmirsən Amerikaya? Mədəniyyət Nazirliyinə bu yol göstərir. Və yaxud da ki, mənim, misal üçün, mən əgər çalışıramsa, mən onun üçün çalışmıram ki, məni harasa aparsınlar, misal üçün. Mədəniyyətə xidmət göstərir. Mən xalqıma xidmət edirəm, düz demirəm? Bəli. Və yaxud da ki, evdə misal üçün bizim anamız, atamız, biz 5 dənə uşağıq misal üçün, düz deyə əlbəttə ki, umuruq. Məsələn, 5 uşaqdır, 5-inə də eyni gözlə baxırlar. Deyirlər ki, bugün sənə aldım bunu, sabada bunu aldım, inciməsinlər. Düzdür, bunu bilirlər də. Mən demirəm, əlbəttə ki, biz də istəyirik Azərbaycanımızı təmsil edək, təmsil edirik də. İndi haydan olur, kiminsə yadından çıxır. Bu dəqiqə elə bir zamandır ki, tədbirlər çoxdur, hadisələr çoxdur, tez-tez cərəyanlar, yaxşı və yaxşı olmayan hadisələr tez-tez olur. Bunun üçün də məsuliyyət daşıyan insanlar var, onların da başları qarışıq olur. İndi kimsə ola bilər yaddan çıxsın. Yaddan çıxmaq o demək deyil ki, onlar bizi sevmirlər. Yox, sevirlər. Sadəcə bunu yaxşı-yaxşı demək lazımdır ki, təqdim etmək lazımdır ki, mənim də bu işi təqdim etməli, benefisivi təqdim etməlisən. Yoxsa ki, belə demək olmaz ki, mən doğrudan da görürəm. Nə olsun sənin yaxşı səsin var. Axı sən hansı bir layihə etmisən? Bir layihə. Mədəniyyət üçün nə etmisən? Mədəniyyət yox, xalq üçün, dövlət üçün nə etmisən? Mənim layihələrim, heyvanların qorunması 2007-ci ildə heyvanların qorunması, 2010-cu ildə Elzanın yaşıl dünyası Heydər Əliyev sarayında ağaclar əkdim. 2016-cı ildə, 2011-də, 2013-də, 2014-də, elə 2025-də nar layihəsi, nar ağacı himnini mən bəstələdim. Zəngəzur kantatası xor üçün Məmməd Arazın sözlərinə, Şuşa valisi Mahirə Nağızının sözlərinə, Əliağa Vahidin, Nizami Gəncəvinin sözlərinə, İmamətdin Nəsiminin, Molla Pənah Vaqifin sözlərinə. Bunlar danışılmır efirlərdə. Mən Molla Pənah Vaqifin 2004-cü ildə Molla Pənah Vaqifin 90 neçənci ildə, 2004-də, 93-94-cü ildə mən Molla Pənah Vaqifin sözlərini, toy adamlarını yazmışam. Mən onda durum deyim ki, Molla Pənah Vaqif poeziya günlərində Molla Pənah Vaqifin məqbərəsinin açılışında mən niyə olmadım? Mən demək ixtiyarım da var da. Nəsimiyə mən konsert vermişəm Heydər Əliyev sarayında 2018-ci ildə Nəsimi ilinə Pantomima teatrını ilk dəfə kompozisiyalarla səhnəyə çıxardan musiqinə Elza Seyidcahan. Bunu mən 2010-cu ildə Heydər Əliyev sarayında Elzanın Yaşıl Dünyası adı konsertində səhnə çıxartmışam. Bura musical. Və 2018-də də yenə də Nəsimiyə həsr olunmuş, cənab prezidentimiz tərəfindən Nəsimi ili elan olunmuşdu. Mən Nəsimiyə həsr etmişəm. Kamera orkestri Qarı Qarayev adına Nərgiz Əliyeva ilə 2 dənə fortepianoda. İndi mən durum burada qışqırım ki, bu yaxında Şamaxıda Nəsimi festivalı
oldu. Hamı məni soruşdu. Dedilər sən niyə yoxsan burada? Mən durub sakitcə oturdum. Demədim ki, mən niyə orada yoxam. Və onda qışqırdım ki, mən niyə poeziya, Vaqif poeziya günlərində Molla Pənah Vaqifi mən yazanda, məni hoyda-hoydaya götürəndə, mən bunu oxuyanda, Brilliant Dadaşova onu oxuyanda hamı deyirdi, Brilliant bunu oxuma yılan, çətindir, oxuya bilməyəcəksən. Mən Nəsimi Mikail Müşfiqin sözlərinə yazanda, yeni oba olaydınız, siz güləndə, mən bəstələyəndə, mən deməyə ixtiyarım ola, mən heç nə demirəm. Restoranda, şou proqramlarda qocalanlar gəlirlər dövlətdən ad istəyirlər. Hətta dövləti təhdid edirlər. Dövlətin, yəni ki, bu dövlət qurumlarını ki, sən mənə bunu verməlisən. Mən onu demək istəyirəm. Yəni çağırsalar da sağ olsunlar, çağırmasalar da. Yəni çağıranda yaxşı olurlar. Çağırmayanda da yəqin ki, yadlarından çıxır. Mənə elə gəlir ki, onlar məni unutmamalılar. Amma onların o qədər qayğıları var ki, o qədər işləri var ki. Ümid edirəm ki, bəyəndiniz müsahibəmizi. Siz də oradan da çox böyük təmkinlə, necə deyirlər, diqqətlə məni dinlədiniz, sözümü də kəsmədiniz, bəlkə də kəsməliydiniz. Yəni ki, mən belə açdım, daşdım, əndazəni keçdim. Yəni bu qədər uzun veriliş olmaz. Əslində 45 dəqiqədən artıq uzun veriliş olmaz. Danışdırdınız məni indi. Və inşallah ki, verilişiniz də uzun ömürlü olar. Çox sağ olun. Eşitdiyimə görə gözəl bir modelyersiniz, filmləriniz də var. Ulduzlarımızla çalışırsınız. Başda bizim Röya xanımla. Yeri gəlmişkən Röya xanım da elə nar himninə görə mənə şəxsən zəng vurdu, təşəkkürünü bildirdi. Salamlayırıq. Biz belə biz sənətkarlarımıza fəxr edirik ki, bir-birimizin gözəl mahnılarında bir-birimizə zəng vurub təbrik etməyi bacaraq. Röya xanımda o ürək var. Yaxşıya yaxşı deməyi, Cabir Novruz deyib, yaxşıya yaxşı deyin deməyi bacarmaq lazımdır. Sağlığında qiymət verin insanlara. Ona görə də röyadır. Bəli. Ona görə də hər zamanda Allah onu, necə deyərlər, xoşbəxt eləsin, balasının toyunu görsün. Amin, və mən də buradan deyirəm, mahnımı da oxusun, qurbandır. Mənə dedi ki, Ezi xanım, toy adamlarından sonra bu sizin demək olar ki, möhrünüzdür. Oxuyardım, dedim, qurbandır sənə, oxu, hansı mahnımı istəyirsən, həmişə mən səni, zaten sən bu sənətə gələndə, mən sənə sənsiz mahnını istədim, mən həmən sənə göndərdim ki, oxu yine, təmənnasız filansız. Yenidən davam eləyəcək musiqiləriniz? Röya xanım. Əlbəttə ki, niyə davam etməsin ki? İnşallah. Uşaq mahnıları məndən istədi Röya xanım. Çünki mən bu yaxında da çox böyük uşaqlar haqqında bəli, uşaq mahnıları bir fikir söyləmişdim. O bəli. dedi ki, siz elə bir ki, qapalı gözləri açdınız. Biz artıq gecikirik. Dedi, bununla bağlı mənə Bəhram Bağırzadə də müraciət etmişdi ki, Röya, uşaq mahnıları səni sevirlər, uşaq mahnıları oxumaq lazımdır. Siz də elə bir nöqtəyə toxundunuz ki, nöqtəyə acınacaqlı nöqtəyə toxundum da. Siqma boylar, bunlar ciddi şəkildə, yəni yoxmuzdur, niyə də olmasın? Varımız deyə oxumurlar, atırlar arxivə. Biz deyirlər, deyirlər ki, biz pianino, bəs pianino ifa etsinlər, hər yer, hara getdim fortepiano olmalıdır, not olmalıdır. Bəli. Notlar hər bir ailənin, hər bir üzvü uşaqlar musiqi məktəbinə getməlidirlər. Hər hansı bir alətdə ifa etməlidirlər. Tar, kamança, fərqi yoxdur. Hansı kanon, arfa, nə bilim, violonçel. Mən istədim nəvəmi violonçelə yazdırım, Səməruğu violonçelə. Bizim evin yanında Vaqif Mustafazadə adına məktəbdə violonçel yoxdur. Niyə görə? Az gəlirlər. Ona görə də adam olsun ki, violonçel. Bülbül adına məktəbdə var, Vaqif Mustafazadə adına məktəbdə violonçel kursu yoxdur. Dərsi yoxdur. Mən dedim, mən istəyirəm, mən nəvəmi violonçelə, Rastropoviçdə mən görmüşdüm, violonçel ifa elədi, sonra dirijorluq elədi. Mən elə bir ki, arzumdur. Mən onu violonçelə yazdıra bilmədim, fortepianoya getdi. Elizə xanım, çox sağ olun. Yaxşı ki varsınız. Yaxşı ki bu xidmətləriniz var. Yaxşı ki Azərbaycanlısınız və bizim mədəniyyətimizə bu xidməti göstərirsiniz. Mən bugün sizin sözünüzü ona görə kəsmədim ki, mən sizin başqa tərəfdən göstərmək istədim. Çünki mən sizin çox ciddi musiqiçi olduğunuzu bilirəm. Dərin bir kimliyiniz olduğunu bilirəm və digərləri kimi göstərmək istəmədim və inşallah ki bunu bacarmış olduq öz komandamızla. Var olun ki, vaxtınızı bizə ayırdınız. Çox sağ olun. Mənim vaxtım da sizin hər zaman bundan sonra da xidmətinizdədir. Çox yaxşıdır. Yenə söz dediniz ki, yaxşı ki siz Azərbaycanda doğuldunuz. Amma sizdən fərqli olaraq mənə bəziləri deyirlər ki, sən niyə bu Azərbaycanda doğuldun? Hətta məni həvəsinə salmaq istəyirlər. Deyirlər, sən çıx get buradan. Məni elə bir uzaqlaşdırmaq istəyirlər Azərbaycandan bəziləri. Azərbaycanda kim qalsın? Mən verilişə gedirəm. Baxım görürəm əməkdar artist deyə, qocalıb 70 yaşı olacaq, hələ bir dənə rol oynayıb. Bir dənə rolü var. Hələ bütün günü verilişlərdə yatır, dava-dalaşda. Aktrisasan get aktrisalıq elə də sən. Mənə də deyir ki, sən
bura başa düşmür. Sən görə xaricdə doğulardın. Sən bura səni başa düşmür. Sən görə xaricdə yaşayasan. Hələ istəyirlər ki, deyirəm siz niyə elə deyirsiniz ki, məni başa düşmürlərsə, mən necə Elza Seyidcahan oldum? Siz kimlərinsə sayəsində hələ heç nə ola bilməmisiniz. Amma mən, yəni atavız, anavız və yaxud da ki, qohumlarınız olublar, böyük bir belə tanınmış insanlar hələ də özünüzü tapa bilməmisiniz. Amma mən istedadlı nəslin, yəni ki, bir sadə bir nəslin bir qızcığazı gəlmişəm. Əgər özümü yenilikçi olaraq özümü təsdiq eləmişəmsə, demək Azərbaycan istedadlarına dəyər verir də. Yəni məni deyəndə doğrudan mənim xətrimə dəyir. Hələ istəyirlər məni həvəsdən salmağa çalışsınlar. Hələ istəyirlər məni xaricə köçürsünlər. Köç get xaricə. Sən orada olsaydın sən Lady Gaga-dan da üstün olmuş. Hələ mən Lady Gaga-dan da üstünəm. Lady Gaga 2006-da gəldi. Siz Lady Gaga-nın xalqından üstün olun. Məni siz dəyərləndirin. Siz elə hər şeyi dövlətin üstünə atırsınız. Mən keçən il Mikail Müşfiq ev muzeyinə pianino aldım, apardım, tar aldım, apardım, mebel aldım, apardım. Gəldim, gördüm, utandım. Dedim ki, burada niyə pianino yoxdur? Hə, dövlət büdcə ayırmalıdır, almalıdır. Hər şeyi niyə dövlətin üstünə atırsınız ki? Bəyəm siz elə 1 manatdan yığıb ora bir dənə pianino ala bilməzsiniz. Bir dənə tar ala bilməzsiniz. Nə yaxşı, yeyirsiniz, içirsiniz, gəzirsiniz. Hər özün əlində 2 dənə telefon, hər evdə hamısında bir maşın əlindən saxlamağa. Məni kimi adam bugünkü gün maşınsızam. Çünki maşınımı saxlamağa geri yoxdur. Lazım olan adam da maşın sürür, lazım olmayan da maşın sürür. Arvadlarınız da, uşaqlarınız da, sevgililəriniz də, xadimələriniz də maşın sürürlər. Bir fikirləşmirsiniz ki, bizim sənətkarımız var. Bunun maşını olmalıdır. Bu maşın sürsün də. Yəni mən paltarlarım əlimdə, qarderobum əlimdə gəzirəm. Çünki maşın saxlamağa yeri yoxdur, imkanım yoxdur. Çünki mən maşın alana qədər mən pulumu mən layihələrə xərcləyirəm. Məsəl üçün sözüm onda yox. Biraz da bəlkə dərinə gedirəm. Reallığı danışıram, yəni gözləriniz doymur, amma hər şeydə istəyirsiniz ki, məsəl üçün kiməsə yükləyəsiniz. Amma sual vermək lazımdır deyil ki, dövlət mənə bunu eləməlidir. Birinci sual vermək lazımdır ki, mən dövlətə nə etmişəm? Bir də görürsən, biri danışır, şikayət edir. Deyirəm, bura bax, sənin 3-4 dənə oğlun var, 5 oğlun var, ərin də var. Heç biri də əskər getməyib. Sən dövlətdən nə istəyəcəksən? Nə əskər getməmisiniz? Heç dövlətdə də bir gün də işləməmisən. Sərbəst işləmirsən, pulunu qazanmısan. Görə dövlətə bir dənə layihə eləmisən, xalqa görə bir dənə layihə eləmisən. Bütün bir qazilərimin, şəhidlərimin həm əziz xatirələrini, əsərlərimdə onları yaşadıram, mahnı oxuyuram, aranjman eləyirəm. Müğənni var, mahnı verirsən ona deyir ki, toy üçün mənə verir, mən pul qazanım toy üçün. Amma mən toy üçün yazmıram. Niyə görə? Çünki toylar qalmayacaq. Toyda yazılan mahnılar tarixi yaşadan incəsənətdir. Toylar incəsənət deyil, incəsənət əsərləri deyil. Əlbəttə toylarda da bizim bəstəkarlar əsərlər Tofiq Quliyevin, Vasif Gözəlovun, Ramiz Mustafayevin əsərləri oxunur. O demək deyil. Amma ki, indi acınacaqlı hamımız bilirik də hansı səmtdədir. 2 vur 2 4 edir. Mən deyir, nəyi uzadım ki, deyir. Hamı görünən yola nə bələdçi, hamımız bilirik ki, məsələ nə yerdədir. Amma yəni də çox sağ olun ki, məni dəvət etdiniz. Yəni siz mənə o qədər maraqlı, belə hər sözünüzdə bir məntiq dediniz. Sən mənə dedin ki, nə yaxşı ki, siz Azərbaycandasınız. Amma sən bir dedin ki, niyə o sizin o şeirinizin səsini alıb sizə hörmət, o özünə hörmət edir. Çünki ancaq özünə hörmət edirlər. Amma sən isə özünə yox, birinci bizə hörmət edirsən və o hörməti də, bizə elədiyin hörməti də 1000 qatını qazanırsan. Arzu edirəm bundan sonra da elə olsun. Uğurlar arzu edirəm. Çox sağ olun. Və verilişdə də bundan sonra sənətkarların da verilişinə sevə-sevə baxacağam. Necə ki, Ali müəllimin verilişinə baxdım və nə qədər yaxın tanıyıram onları, bilmədiyimdə çox şeyləri, sizin Ali müəllimin heç yerdə demədiyi faktları siz ondan ala bilmirsinizsə, doğrudan da siz əsl aparıcısınız. Çox sağ olun, var olasınız. Var olasınız. Dostlar, və mənə siz təklikdə gülləri verdiniz. Mən istəyirəm o gülləri siz tamaşaçıların arasında o gülləri mənə təqdim edəsiniz ki, mən bura daxil olanda siz mənə nə gözəl güllər, o gülləri hamı bizə zaman ayırdınız deyə. Mən çox istədim ki, sizi çiçəklərlə qarşılayım. Çox sağ olun, Elza xanım. Çox sağ olun, çox sağ olun. Dostlar, siz isə bizi izləyirsiniz. Mən istədim Elza xanımın fərqli kimliklərini göstərim. Ümid edirəm ki, bacardım. Siz isə rəylərinizi yazırsınız, bizi tək qoymursunuz. Çünki bizim tək qazancımız sizinlə rəylərinizdir, istiqamət alırıq. Növbəti Hər Şey Şünasda görüşənə qədər.